Başka Yox, bir şey mən var kardeşim. sizin canlınızı lap çoxdan izləyirəm. Hərsə bir 2-3 aydır belə. Söhbətləriniz yəni çox maraqlı gəlir mənə. Teşekkür ederim Azim, var olasın. Çok sağ ol. Heç Allah yoxsa Allah sağ qənim olsun inşallah. Heç nə qardaş, can sağ olsun. Allah ne versin? Salam, axşamınız xeyir Çevik bəy. Akşamı xeyir. Necəsiz? Sağ ol dostum, sen necəsən? Allah şükür, yaxşıyam. Sizə bir sual vermək istəyirəm. Bu, ver. siz deyirsiniz ki, Adəm Peyğəmbər olmayıb, heyvanlardan təkmilləşə, ağıllaşa gəlmişik. Sizə bir sualım var. Bəs ağılsız canlıdan ağıllı canlıya insan necə gələ bilər? Milyonlarla il içinde, minlerle, yüz minlerle il içinde dostum. Tekamül eləyə, zekası inkişaf eləyə. Hoş gördük. Bu məncə məntiqli deyil. Məntiqli olan nədir tam olarak? Təsadüfləri qəbul eləmiş oluruq da burada milyonlarla təsadüfləri. Tamam, o zaman sen neyi qəbul eləmək istəyirsən? Mənə Salam, denən Çevik görək olub bəy. insan. Hər vaxtın xeyir dostum. Növbə gözlə. Yəni hər bir məntiqli sualın hər bir məntiqli cavabı olmalıdır. Siz deyirsiniz ki, milyonlarla nə bilim hadisə təsadüfən olub. Cansızdan Bildim canlıya. dostum. Hay dostum. Bəli, buyur. Ben başa düşdüm. Sen boş ver biyolojiyanı, moleküler biyolojiyanı falan boş ver. Ulan neysən? Senden soruştuğum şey bilsən nədir? Bu insan nətər var oldu sənin anlayışına görə, sənin düşüncəvə görə? Torpaqdan ruh verilib. Torpaqdan. Nətər oldu? Torpaqdan nətər ilk ruh kimə verildi? Bu işlər nətər oldu? Hardan başladı? Adəmə. Bəs bu Adəmin uşaqları kimdən evləndilər? Çoxalma nətər oldu? Bir izah elə də bizə aydınlat. Fərqli rəhimlərdən doğulan bacı qardaşlar bir-birlərindən evlənir. Fərqli rəhimlər kimin rəhimi idi? Həvvanın. Həvvanın qarnında 2 dənə rəhim varsa bu Həvvadan xaric birinin balası olmuş olur, yoxsa elə yenə də Həvvanın balası olmuş olur da? Həvvanın balası olmuş olur. Dolayısıyla bunlar bacı qardaş olmuş olurlar da yenə. Rəhmin fərqi nədir ki? Bəli. Yəni sən düşünürsən ki, bacı qardaş evliliyi ilə bu qədər insanlıq çoxaldı, eləmi? Və sağlam. Bəli, müəyyən yerə qədər. Hansı yerə qədər? Quran-ı Kərimin bir ayəsində buyurur ki, biz insanları çoxaltmaq üçün mələklər, başqa canlılar dünyaya göndərdik. Elə bir ayət yoxdur axı. Niyə yalan danışırsan? Mən sizə o ayəti mesaj olaraq şəxsinizə göndərirəm. Niyə mesaj olaraq? İnsanlar da burada dinləyir də, denən görə hansı ayətdir? Mən bir telefonum var, yəni bir telefonla sizdən danışırdı. Heç bir problem yoxdur, heç bir problem yoxdur. Düş, tap, gəl ayətin adını denən yetərlidir. Tamam. Gözləyirəm. Pərviz buyur, xoş gəlmisən. Axşamınız xeyir Çevik bəy. Axşamı xeyir. Mən pastayanı bu sizin bu verilişi izləyirəm. Çox belə məntiqli, çox mənalı sözlər. Prosta mənə çatmayan bir şey var. Onu bir dənə xahiş edirəm. Mənə deyərsən, bu yuxu görürük yatanda da, düzdür? Onu necə görə bilərik ki biz? Sən körlərdən soruşmuşsan. Bu mənə çatmır da bu yuxu şey. görmür axı. Doğuşdan görmürlər onlar yuxu. Heç nə görməyib, bax, nəyi canlandırsın? Başa düşdüm. Bir də bir şey deyim Çevik bəy. Bu nəsə bir iş görürəm. Elə bil bax o şey mənə qabaqcadan agah olur da. Elə bil onu bilirəm. Mənə bax, sən sölə gedən səsi bağlayım. Sölə gedən səsi bağlayım, heç kim eşitməsin. Mənə bax, qardaş, gəl sənlə Bitcoin işinə girək. Sən qabaqcadan agah elə də nə var, nə yox orada.
Yox, mən məcazi mənada dedim, Çeviş bəy. Yəni o barədə yox Məcazi ki. mənada demək. Nəysə bir iş görəndə Bitcoin iş. Diyan, şöyle çox saxlaya bilmərəm, eşitməsinlər qoy. Deyirəm ki, gəl biz səninlə Bitcoin işinə falan girək, səhim işinə falan girək. Sən qabaqcadan bizi agah eləyərsən də düşürmü, qalxırmı, nədir, nə deyil. Hə? Ya da heç nə, Bitcoin o qədər qarmaşığa ehtiyac yoxdur. Gedək səninlə topaz oynayaq. Bizdəki bu bəxt var, o da əmələ gəlməz. Belə olur, deyəm, sən agah olur. Yox, mən bəzi şeylər deyirəm. Səs açım qoy eşitsinlər, hə. Ha, diyor aşağıda bak pul da bırakan adamlar var. Sponsorluk dileyiciler bizim işimize. Bəzi şeylər. Ha, bak, o olmadı ki. Əsas mənə yuxu maraqlıydı. Yuxun da səndən öyrəndim. Ha, hipotalamusda baş veren biyolojik bir proses. Sağ ol. Sağ ol. Zakir geldin Zakir. Ay Zakir. Zakir el gələnməyib. Zakir el axtarır. Nizat Bey buyurun, hoş gelmişsiniz. Qardaş, salam aleykum. Və aleykum salam və rəhmətullah və bərəkatuh. Sağ ol. Mənim sizə bir dənə sualım var. Əvvəlcə onu deyim ki, Neymiş sorun? elmim yoxdur, argument falan deyəcəksiniz, məlumatım yoxdur. Sadəcə maraqlı gəldi deyə sizə sual vermək istəyirəm ki, sualım odur ki, əgər insan deyirsiniz ki, sadəcə atom və kimyavi reaksiyalardan ibarətdir də, onda mənlisi necə yaranır? Beynində elektrik siqnalları necə olur ki, mən varam sizə? Sinapsların ateşlənməsi, neyrotransmitterlərin difuziyası və neyron kombinasiyaları sayəsində şəxsiyyət və mən anlayışı formalaşır gözəl insan. Emergent? Enerjik deyil, sinaps kombinasiyaları, mənim qardaşım, kombinasyonlar. Başa düşürsən? Bax, sən nümunə gətirim. Bax, nümunə gətirim. Başın hər hansı, beynin hər hansısa bir bölgəsi və ya prefrontal korteksdəki özəl bir bölgə zədələnmiş olsa, sən şəxsiyyət anlayışına sahib ola bilərsən, çünki belə bir böyük xəstəlik var. Şəxsiyyət pozğunluğu və ya çoxlu şəxsiyyət. Yox. Bu beynin hər hansısa bir bölümündə xəsarətlə bağlı bir şeydir. Və bu bölümün onu təmin edən hissələr və neyron kombinasiyaları xəsarətlidirsə və ya zədəlidirsə və ya doğuşdan belədirsə, sonra şəxsiyyət falan hissi qalmır. Yəni tamamilə maddəsəl bir şeydir, fiziki bir şeydir. Bir dənə də sual verə bilərəm sizə? Buyur. Hər şey maddədirsə, riyaziyyat, məntiq necə var? Məsələn, 2 + 2 4 eləyir də. Bu maddə deyil, fiziki mövcud deyil, amma hər yerdə işləyir. Başqa bir kainata getsək orada da olacaq. Barmaqların var, sən yerindədir barmaqların. Əlbəttə. Barmaqların maddidir. Aha. 2 + 2 4. Bu praktik olaraq işlək və empirik dəlillə sabitdir. Bax onu soruşuram sizdən tam olaraq ki, o necə olur da? Yəni maddə deyil. Sabit. Məsələn 2 + 2, 2 ağac + 2 ağac. 2 inək + 2 inək. Bunlar praktik olaraq var olan və işlək bir mexanizmadır. Yəni pragmatik bir mexanizmadır. Başa düşürsən? Bildim qardaş, çox sağ ol. Təşəkkür Riyazi edirəm. hesablamaların teoridir, aksiomadır, teoridir. Riyazi hesablama pratikdə işləmirsə, problem var deməkdir. Məsələn 2 + 2 4 eləməsi və riyazi aksiyomlar və ya riyazi teorilər işləməsə, sən maşını hərəkət etdirə bilməzsən ya da ki cihazları işlədə bilməzsən. Başa düşdün? Qardaş. Bildim. Oldu qardaş, təşəkkür edirəm. Riyazi hesablamaların aksiyomdan, teoridən praktikaya keçəndə, məsələn bir maşın üçün 100 kilometr məsafə üçün sən məsələn 10 litr bir benzin işlətməlisən. İşlət 2 litrlə görmüşlərə bilirsən. Yəni görsən hesab kitab teorik olaraq nə etsən də bu praktik olaraq qarşılığı olmalıdır. Başqa bir şey var? Yox qardaş, təşəkkür edirəm, çox sağ ol. Sağ ol, sən də sağ ol. Zakir, səndən səsləmir çıxmadı. Ay Zakir, sən neynədin qardaş? Ay Zakir, nə oldu, bir dənə ayət tap bax. Ayət də tapa bilmirsən, neysən? Bax, olmayan ayəti deyəndə mən də İcazə verin 5 dəqiqə. 75 dəqiqə də olsun sən. Sən yayın qutarana qədər orada olasın. Saxlayacağım sən orada. Görürəm sən tapa bilərsən onu. Axtarmaqla deyil ki, o tapıla bilən bir şey deyil. Olmayan ayəti nə axtarasan? Nə tapasan? Başqa işi gücü yoxdur, var. Nə oldu? Qoşulmalar niyə gəlmədi ki?
Buyur Həsənov qardaş. Ay Həsənov. Həsənov. Axşamın xeyir. Axşamın xeyir. Mən sənin adını dedilər ki, bu yaman biləndi. İndi mən də sana bir sual vermək istəyirəm. Buyur. De görüm, Quranda Fatihə surəsi var da, eləmi? Hə, var. O niyə 7 ayədən ibarətdir? 3 deyil, Mən də 5 bilmirəm. deyil. Mən nə Və bilmirsən nəcə masallarsan, hə burada? Hıy? Əylə mənə danışma. Hıy, bir sakit ol görüm, gör nə deyirəm. Sən Fatihə surəsinin tərcüməsini Yaxşı. bilirsən kişi? Yavaş. Elə yox da bir. Bax görsən mən bilməyəndə bilmirəm. Bundan danışdın bilir. Bəri Zərriyyət surəsi kimə aiddir? Kimdir o Zərriyyət? Allah sağ ol, Quranda Zərriyyət Hə, surəsi. sakin ol, elə Fatihədən çıxaq, sonra gələrik. Hıy, dən sakin ol. Fatihə. Gör nə deyirəm. Mənə bax, bu Fatihə surəsinin Azərbaycan dilində tərcüməsini bilirsən sən? Hı? Azərbaycan var bax, mənə qəzəl oxumayırsan. Fatihə. Fat. Ərəb dilində yaratmaq deməkdir. Fatihə insanı yaratmaq insan üçün deməkdir. Sən nə danışırsan? Onu demirəm. Onu demirəm. Hı, deyirəm ki, bu Fatihə surəsinin 7 dənə ayəti var da, elə deyil. Sən o ayətləri bilirsən Azərbaycan dilində. Nəyə görə? Sən bilirsən o ayətlər Azərbaycan dilində, hə? Mən sənə sual Yazı niyə bağladın az? Bağla bax. Gör nə deyirəm? Deyirəm, sən bu ayətləri Azərbaycan dilində bilirsən Fatihə surəsində, hə? Məni deyirəm, mən sənə deyirəm, niyə 7 ayədən ibarətdir? Niyə? Bəs mən də deyirəm ki, sən niyə 7 dənə olduğunu... Yəni, ay day. Deyirəm ki, 7 ayəti bildimi? O 7 ayətdə nə yazılıb bilirsən sən? Hı? Niyə bilmirəm ki mən? Mən sənə sual verdim onu. Oxu da bir dənə bizə Fatihəni. Mənim indi yanımda Quran yoxdur, oxumuram. Amma, bəli bax. Niyə namaz qılmırsan ki sən? 5 deyil, 3 deyil, 5 deyil, 3 deyil, 7 deyil. Deyirəm ki, sən namaz qılmırsan, hı? Lazımdır, mən namaz qılıram. Sən burada Allahı estağfurullah yox saysan insanı heç nədən yarandığını sən bilmirsən ki, Adəm və Həvvadan yaranıb. Hə. 2 dənə bəri bax. Deyirsən belə elə. Allah Teala onu yarattı ki, insanlardan bacı ilə qardaşdan. Özə mizan tərəzi ilə haqdan yaranıb göy yer kürəsi. Bacı qardaşdan yaranıbdı cəmaat. Bacı qardaşdan yaranıb. Ona görə ki, bacı qardaşdan yaranıb siftəcən. Sonradan Deyirəm, bacı qardaşdan yaranıb. Birinci əxlaqsız yaradıblar. Yer kürəsində insan çoxalmaq üçün olub o. Bəli. Onu bildim də. Bacısı ilə evlənib o adamın uşaqları. Yaxşı, Zərriyyət surəsi var. Zərriyyət surəsi kimə aiddir? Nəyə görə Zərriyyət surəsi var orada? Yox, sən söhbəti niyə fırladırsan, hə? Gör nə deyirəm? Deyirəm ki, sən... Deyəcəm, səbirli ol, hə? Deyirəm ki, sən mənə deyirəm ki, sən namaz qılmırsan bəyəm? Sənin nəyinə lazım mən namaz qılıram, mən sənə... Bəs Fatihə surəsini bilmirsən axı, Fatihə surəsini bilmirsən axı, Niyə bilmirəm ki? Oxu da bir Niyə dənə. bilmirəm ki? Oxu da. Oxuyuram mən sənə sual verdim. Vurmursan eləmi? Vurmursan. Nə vurmuşam, hə? Vuran sənsən, kafirsən sən. Mən Allahın adamıyam. Nə vurmuşam? Allahın nəysə? Allahın nəysə? Allahın adamıyam. Ona tər olur. Allahın əziz bəndəsiyəm. Sən burada kafirlik yayırsan insanlara. Şeytan. Əziz bəndə nə tər olur ki? Əziz bəndə Allahın seçdiyi adam. Səni seçib deyə Allah. Sən oturduğun yeri bilmirsən kim xilas yerib gətirib ora. Yox, Allah seçib deyə səni, Allah seçib deyə səni, Hə, seçib. Nətər seçib? Niyə seçməyib ki? Seçib. Nağar torbadan çıxardı. Torbadan çıxır, səni torbadan çıxardar. Bəs nətər seçib də sənə nətər əlaqə saxlayıb deyir ki, mən səni seçmişəm. Niyə sən bilmirsən nətər seçir? Yox. Allah Teala istədiyi adama vergi verir, istədiyi adamı seçir. Məhəmməd Peyğəmbər nətər seçmişdi? Vergi verir sənə, vergi verir. Mən nəyinə lazımdır? Nəyinə lazımdır sən? Bütün zadı kafirlik yayırsan. Deyirəm ki, Allah səni nəyinə zəng edib dedi ki, seçmişəm səni. Sən otur.
Sesi bağlama da. Aç sesi aç. Hı? Senin oturduğun yerde sen He. azadlığı sakin ver, verirsen Heydər Əliyev kəsir bir ham verirsən. Deyirəm ki Allah sana nətən zəng eləyib dedi sənə ki sənə seçilmiş eləmişəm. Hı? Əczaçı qaqaş buyur hoş gəlibsən. Mikrofon aç zəhmət olmasa. Hı? Salam aleykum, axşamınız xeyirli uğurlu olsun. Və aleykum salam və rəhmətullah. Burada çıxırlar deyirlər ki, ruh var, insan cismə ayrıldı, ruh buradan getdi, meyit burada qaldı, nə bilim. Bu nədir bu? Nə məsələdir bu? Mən bilmirəm. Nağıllar aləmi, nə olacaq ki? Nağıllar aləmi. Yəni mən yenə də deyirəm, mən çox baş ağrısı vermək istəmirəm. Mən yəni araşdırma Yox da ruh diye bir şey yoxdur. Oradan buradan. Stella təşəkkürlər. Oldu, çox sağ ol. Salam qardaş. Çox sağ ol Sevik bəy, ona görə narahat elədim sizi. Çox sağ ol. Xoşdur əzizim, xoşdur, buyur. Sağ ol. Ramal təşəkkürlər. Ali buyur, xoş gəlmisən. Axşamın xeyir qardaş, necəsən? Axşamı xeyir. Neçə yaşınız var be? 24. Ha, buyur, səni dinləyirəm. Bir Televizor sual səsini verim. aldım. Dayı mən də eşitmişəm hardansa, yəni Televizorun səsini al da qardaşım. Yaxşı oldu. Bir alim deyib, yəni bilmirəm daha hansı alimdir də. Yəni fikir maraqlıdır da. Yəni deyib ki, eşidirsiniz? Hə, işte. Deyir, əgər Allah biləcək ki, yəni biz bu günahları eləyirik. Yəni deyir Allahdan hər şeyin xəbəri var. Niyə görə bizi sorğu-suala çəkir qiyamət günündə? Biz də soruşursa bunu dindarlara. Dindarlar belə şeylərə cavab vermirlər axı. Nəyə görə bəyən deyirlər ki, əgər bilirsə, yəni deyir görür də, yəni ki bu adam yəni öləndə niyə görə sorğu-suala çəkir bizi? Əzizim bu bir şeirin parçasıdır səhv eləmirəmsə. Bir şeirin parçasıdır. Ömər Xəyyamlandı. Alim deyil, Ömər Xəyyamlandı. Bu bir ikincisi də ki, mənim qardaşım, dindarlar zaten bu şər probleminə və imtahan məsələsində düzəməli cavab verə bilmirlər də. Biz də bunu dindarlara soruşuruq zaten. Ha? Başka bir şey var. Deyir, bir də bu maraqlıydı. Yəni sizin də fikriniz maraqlıydı mənə. Mən dindar deyiləm axı. Yəni düz deyib onu deyən adam, yəni Ömər Xəyyam, yəni Hə, düz deyib, əgər məntiqli deyib, əgər sən hər şeyi bilirsənsə və hər şeyi sən yazırsansa, qədər qisməti sən yazırsansa, nəyin sualını edirsən mənə? Bitir getdi də. Başka bir şey var. Çox sağ ol. Sən də sağ ol. Fida xanım, buyurun, xoş gəlmisiniz. Fida xanım, buyurun. 888 teşekkürler azım. Ne oldu ya bu? Gəlenden çoxsu danışmır axı. Sony Digital buyur, hoş gelmişsin. Hoş gördük. Buyur. Kardeş, size bir sualım olacak benim. Siz Buyur. biraz önce video paylaştınız, bilmem öncədir və yaxud nə. Siz vurguladınız ki 313 şillə vuran, Suriyada nəsə işlərlə məşğul olan. Yəni mən demək istəyirəm ki, bunun müsəlmançılığa heç bir adiyyəti yoxdur. Yəni bizim şəriətdə buyurulmayıb ki, özünə şillə vur və yaxud özünə zərər yetir. Bildirim ki, İslamda, dinimizdə buyurulub ki, can Allahdan əmanətdir və bunun İslama heç bir adiyyəti yoxdur. Bu bir. İkincisi də ki, bizim prezident İlham Əliyev özü də müsəlmandır və biz ölkə olaraq bir müsəlman ölkəsiyik və biz müsəlman ölkəsi deyilik, bu bir. Mən gözəl qardaşım. İkincisi, sən az öncə bir söz işlətdin. Prezident müsəlmandır. Prezidentin müsəlman olması xalqın müsəlman olacaq anlamına gəlmir. Prezident xristiyan olsa sən xristiyan olasın. Onu qoyduq qırağa. Yəni elə anormal argumentlər istifadə etməyə ehtiyac yoxdur. Yanlış argumentlər istifadə etməyə ehtiyac yoxdur. İndi digər bir məsələ. Sən az öncə dedin, bizim dinimizdə bizim Qulaq as qardaşım. Buyurun, istəyirəm, buyurun. Bax, sənin şəriətində dedin, şəriətimizdə belə şeylər yoxdur. Şəriətin harda yazılıb ki, sənin şəriətin nədir? Quran?
Mənim şəriətim Quran kitabıdır. Mənim şəriətim Allahın buyurduğu, peyğəmbərin buyurduğudur. Budur mənim şəriətim. Onu anladım. Anlamadığım bir şey var. Sənin şəriətin Qurandırsa və Quran buyurduğu ilə yaşayırsansa, Quran sənə buyurur ki, din Allahın oluncaya qədər vuruşun. Nətər olur bəs can əmanəti idi. Üzr istəyirəm, bir də təkrar edin, eşitmədiniz. Din Allahın oluncaya qədər vuruşun nə deməkdir? Necə vuruş? Nə mənada vuruş? Din Allahın oluncaya qədər döyüşün deyir də. Siz döyüş və vuruşmaq anlayışın yəqin ki düz başa düşmürsünüz. Döyüşmək və yaxud İslam uğrunda döyüşmək tək o demək deyil ki, qılıncı götür əlbə, avtomatı götür əlbə vuruş. Tamam. Məsəl üçün, əgər siz xəstələnsəz və mən sizə dərman gətirsəm, sizə baxsam, sizə bir yaxşılıq eləsəm, mən din üzərində döyüşmüş kimi sayılıram. Əgər hansısa insan büdrəsə, yıxılsa, pis olsa və yaxud kiməsə elmə ehtiyacı olsa, kiminsə hansısa bir köməyə ehtiyacı olsa, mən o insana əgər kömək eləsəm, mən artıq yenə də Allah yolunda döyüşmüş kimi oluram. Allah yolunda döyüşmək o demək deyil ki, sən sırf götür, kiməsə qarşı çıx, kimisə öldür. Yəni müsəlmançılıq və İslam... Gözəl qardaş, tam olaraq onda bu nə deməkdir? Bax. Oxu zəhmət olmasın. Birincisi bu hardandır və ikincisi də ki, bu Quranın perivodudur, yəni tərcüməsidir. Bəli, tərcüməsidir. Üçüncüsü də ki, mən sizə bir şey də vurğulayım. Ərəb dilində bir sözün 15-ə qədər mənası ola bilər. Nəyi var? Mən qəti demirəm ki, bu səhvdir və yaxud... Yox, bir sözün neçə dənə mənası var dedin sən az öncə? Bir sözün 15-ə qədər mənası ola bilər. Ona görə də Quran 15-ə qədər mənası ola bilər. Ona görə də Quran orijinalda oxunur. Yəni Quranı öyrənmək istəyən şəxslər, onlar onu orijinal formatda oxuyurlar və elə öyrənirlər. Bunda oxu zəhmət olmasa. Mən demədim ki, mən Quranı bilirəm. Mən sadəcə bilmədiyim bir Qurandan tərcümə ilə bağlı xəta göstərmək nəyin yenə öz güvəni ki, bu nə cür bir anlayışdır? Birincisi, mən xəta göstərmədim. İkincisi də ki, mən demədim bu düzdür və yaxud səhvdir. Nəyi ki, mən əvvəlcədən də vurğuladım. Yəni, əgər diskussiya aparmaq istəyirsinizsə, gəlin sivil diskussiya aparaq. Şəxsən mən sizdə səhv axtarmıram. Nə də ki, siz də məndən səhv axtarmayın. Çünki biz niyə bir-birimizə pisliyik və yaxud səhv axtaraq? Yəni, normal diskussiya aparaq. Bu yetərli olar. Qardaşım, normal diskussiya aparırıq da bizdə. Mən də səndən soruşuram. Əgər öldürmək falan filan şeylər yoxsa sizin şəriətinizdə bu nədir? Öldürməkdən danışırsınızsa əgər, bu hadisələr 7-ci əsrdə, bu hadisələr 8-ci əsrdə, harda ki, həmən o insanlar kuklalara inanıb, həmən o insanlar, siz təsəvvür eləyə bilərsiniz, indi Bakının ortasında böyük bir dənə hansısa heyvanın kuklasını qoyurlar və insanlar ona ibadət eləməyə başlayır. Siz özünüz tamam, ona... Eləyənlər var da zaten şey var, Brahma məbədi var, Shiva məbədi var şeydə Bakıda. Nə olacaq? Siz mən dediyimi düz başa düşmürsünüz. O vaxt da elə olmayıb. O vaxtı hamı ona ibadət eləyibdi. İndi biz müasir zamanədə yaşayırıq. İndi kim Azərbaycan da hər dinə hörmət eləyir. Amma o vaxt insanlar sırf o kuklalara görə bir-birini öldürüb. İndi həmən o kuklaya... Sən mənə deyə bilərsən o kuklaların olduğu yer Məkkədəki pütləri deyirsən. Təşkil eləmirəm. Onlar özü bilər. Onların öz dini var. Bizim öz dinimiz var. İndi hərə özü bilər. Mənə bax, ay yoldaş. Dinlə bir dənə. Ay yoldaş. O vaxtki insanlar ona görə öldürüb. Mənə də görə Məkkədə və Mədinədə yəhudilər çox idi. Məkkədə də xristianlar çox idi. Xristianları niyə öldürməmişlər? Ya da Mədinədəki yəhudilər niyə öldürməmişlər? Xristianları öldürməmişlər. Əgər Yahudilərdən söhbət edirsinizsə, Yahudilər üçün Allah bir neçə dəfə özünüz də bilirsiniz Peyğəmbər göndərib və Yahudiləri mən başqa şey soruşuram səndən. Pis fəlakətlərdən qutarıb Allah. Ay yoldaş, mən başqa şey soruşuram səndən. Bir-birimizi anlamırıq yoxsa biz yəni mövzunu fırlatmağa çalışırıq. Deyirəm ki, sən deyirsən ki, pütlərə görə insanları öldürürdülər, başqa inancları öldürürdülər. Mən də sən soruşuram. Mən sizi Məkkədəki pütpərəstlər. O Məkkədəki pütpərəstlər Yahudiləri və xristianları niyə öldürmürdü?
Aha. Aha nedir? Sual verdim axı. Bir dəqiqə burada seçsək. Xudpərəstlər Yahudiləri niyə öldürür? Xudpərəstlər yox, bütpərəstlər. Aha. Nə varsa yazırsan orada. Onlar Yahudi. Yox, mən heç bir şey yazmıram. İstəsəz mən ekranımı da göstərə bilərəm ki, mən heç nə yazmıram. Sadəcə mən sizi eşitmədim birinci dəfədən. Deyirəm ki, bütpərəstlər, Yahudiləri bütpərəstlər. Sən dedin ki, bütpərəstlər o bütlər üçün o insan öldürürdülər. Elə demədin sən? Aha. O bütpərəstlər Mən dedim ki, Məkkədə, o bütpərəstlər Məkkədə Aha. Xristianları və Yahudiləri niyə öldürmürdülər? Mən bilmirəm onlar kimi konkret öldürürdülər, amma mən deyirəm ki, onlar müsəlmanları öldürürdülər. Orada yaşayan və Allaha inanan hamını öldürürdülər və onların Xristianlar nəyə inanır? Xristianlar Allaha inanmır. Xristianlar Allaha inanır, bəli. Yahudilər Bəs o Xristianların, bəs o Yahudilərlə Xristianları niyə Məkkədə öldürmürdülər? Bütpərəstlər. Sizə kim dedi ki, onları öldürmürdülər? Dəlil ver görüm. Yox, mən sizə sual verirəm. Mən heç bir Ay yoldaş şey demirsən? dəqiq demirəm. Mən sizə deyirəm. Ay yoldaş. Yox, Ay yoldaş, özün yox, konkret mənə paralel danışma da. Mən fakt demirəm. Mənə paralel danışma. Deyirəm ki, sən deyirsən ki, bu oradakı bütpərəstlər Allaha inananları öldürürdülər. Bu müsəlmanlar da Allaha inanır, Yahudilər də. Onları niyə öldürmürdülər? Hı? siz dəlil gətirə bilərsiniz özünüz dediyinizdən. İddia sahibisən səni. Xeyr, qəti, mən iddia sahibi deyiləm. Siz deyirsiniz ki, Sən demədin bütpərəstlər, ay yoldaş, sən demədin bütpərəstlər. Məkkədə Allaha inananları öldürürdülər. Bəli, çünki onlar öz dini. Hanı dəlil? Öz dinini təbliğ edirlər. Dəlil ver də. Quran kitabında. Harda yazılıb Quran kitabında? Bəs o həmin o insan döyüşmək bəs nə deməkdir? Ay yoldaş, deyirəm ki, harda yazılıb? Döyüşmək nə yazılıb qardaş? Hansı ayədə yazılıb? Mən dəqiq deyə bilmərəm hansı ayədə yazılıb. Dəqiq deyə biləndə gələrsən. Alim deyiləm. Özü deyir, özü iddia edir, özü də deyir ki, dəqiq deyə bilmərəm. Kulağım ağrıdı. Seymur Bey buyurun, hoş gelmiştiniz. Axşamınız xeyir. Akşamı xeyir. İlk öncədə Respublika günü münasibətilə sizi təbrik edirəm. Müstəqillik günü münasibətilə mən də sizi təbrik edirəm. Təşəkkürlər. Üzr istəyirəm. Var olasın Çevik, var olasın. Baxıram, yəni fəxr edirəm ki, həqiqətən belə Azərbaycanlı vətəndaşımız var. Müasir düşüncəli. Belə ona görə təsvir etmək Çox sağ ol, təşəkkür edirəm. Var olasın. Var olasın. Var olasın. İçində uğurlar. Sağ ol. Sağ ol. Mazda buyur, hoş gelmişsin. Ay Mazda. Bağışlayın əlimdə. Ne cüratlardı? Bu ne cüratlardı? Hıy. Emil buyur, hoş Xeyir gelmişsin. olsun. Akşamın xeyir. Müstəqillik günün mübarək olsun qardaş. Allah Təşəkkür sənə edirəm bol-bol sizinlə. səbir versin. Allah sizə bol-bol səbir versin. Allah korusun. Bu axarda, bu tempdə get. Başqa heç nə demirəm. Teşekkür ederim, var olasın. Başka bir şey? Allah köməyiniz olsun. Allah hamını xatabaladan qorusun. Eləyirdin o bəyazdan. Ben Allah'a inanmıram axı. Sen bilmirsən bunu. Hı? Aa buyur, hoş gelmişsin. Salam, xoş gördük.
Hoş gördük. Buyurun. Söylemək istəyirəm ki, çox xahiş edirəm, sadəcə Allah baba deyən insanları qoşmayın da. Yəni danışığından hiss olunur ki, bu heç nə bilmir də. Sadəcə Allah baba bilir, vəsiyo. Gündə 5 namazı bilir. Adam nə qulaq asmaq istəmir, yorulur çox. Əgər savadı yoxdursa, bunun dini savadı yoxsa, yəni danışmanın heç mənası yoxdur. Sadəcə çox yorur izləyiciləri. Çalışarıq. Çalışarıq. Sağ olun. Təşəkkürlər. Ramil buyur, hoş gelmişsin. Ramil Bey. Hey. Alo, salam Melek. Melek'cim. Buyur kardeş. Kardeş, mən salamı normal verdim də, Melek kim demədim axı usta. Ne olsun? Yaxşı, sən normal təqdimat verirəm. Əsenliklər. Buyur. Biz ünsiyyət yaradırıq yoxsa bir-birimizlə. Mən salam verirəm. Sən necə salam verirəm, sonra özü cavab. Yaxşı, ünsiyyəti sən öz türkçə yaradıram. Əsenliklər. Buyur, hoş gəlmisən. Bax qardaş, belə bir dənə söz səndən sual soruşacağam. Ağıllı insanla ağılsız insan arasında fərq nədir? Biyolojik olarak yoksa zeka seviyesi olarak? Zeka səviyyəsində. Zeka seviyesinde bunu hayatında, tətbiq elədiklərində, verdiyi qərarlarda və davranışlarında təqdim edirlər. Bu balansı açıq şəkildə görə bilirsən. Tamam. Ağıllı insan yəqin ki, biraz qabağı görməlidir. Ağılsız insan isə qabağını görə bilməz. Elə mi? Aha. İndi fərz eləyək ki, qardaş, bax, siz ölmüsünüz, dünyanızı dəyişmisiniz. Bir dənə də namaz qılan ölüb, o da dünyasını dəyişir. Aha. O görür ki, Allah var, siz görürsünüz, yoxsuz. İlk siz də görürsünüz ki, Allah var, o görür, yoxdur. Onun uduzan şeyi nədir, sizin udan şeyiniz nədir? Mən udan şeyim cənnət. Yox da, siz bir dəqiq iddia edirsiniz ki, Allah yoxdur. Amma gedirsən, bu dünyada görsən ki, Allah var. Demək, uduzdun da sən, hələ deyir. Niyə uduzuram ki, mən birbaşa cənnətə göndərəcəm? Qardaş, diqqətlə qulaq as. Əgər söhbət edirik, konkret danışırıqsa, konkret danışırıq. Ağıllı insandan, ağılsız insandan gedir söhbət. Əgər ağıllı insan qabağı görürsə, önü görürsə, demək o hər bir təhlükədən özünü qorumalıdır. Hər bir təhlükədən, hər bir ehtimaldan özünü qorumalıdır. Sözdə də mən deyirəm ki, hələ bir dünyamızı dəyişmisiniz, getdiniz gördünüz ki, Allah var. Demək, burada ortaya nəticədə belə çıxır ki, siz ağıllı insan olmamışsınız yer üzündə. Siz ehtimalla yaşamırsınız. Yox, bax, iki şeyi dəqiqləşdirək. Birinci şey, Allah ədalətlidir. Ədalətlidir. Qardaş, mən onu soruşmadım səndən. Allahın bildim, mən cavab verəcəm. Sən niyə özünü müdafiə? Qulaq as. Yox, müdafiə etmə. Mən belə sualıma sual versən, ona görə mən sualı açıqlamaq üçün bir şeyi dəqiqləşdirməyimiz lazımdır. Ədalətli Allahdan gedir söhbət. Allah baxır, indi hansı nəzəriyyətdən sən Allaha baxırsınız? Sənin ağlınla. İndi gəlsən nə ayət qoyulur. Qulaq as. Ayağın lazım deyil, mən səninlə söhbət edirəm. Niyə lazımdır? Mən Qurandan sənə dəlil. Mən Qurandan dəlil gətirmədim. Mən sənin Ay yoldaş, bir dəqiqə səbirli ol da. Bax, əgər sənin dediyin namaz qılanlar ki, namaz qılan Allah, sənin dediyin Allah anlayışı İslamdandır. İslamın da dəlil dediyi şeylər Qurandır. Bax, burada deyir ki, Allahın izni olmadan heç kim iman gətirə bilməz. Dolayısıyla mən iman gətirməyim üçün Allahın izni lazımdır. Əgər izin verməyibsə, mən cəhənnəmə göndərəcəksə, baş çatmır Allah'ın. Anlaya bilirsən? Qardaş, qulaq as, gör nə deyirəm. Sənin inancını mən təqqilləmirəm. Sənin inancını təqqilləmirəm. Çünki niyə? Mənim dinim, burada təqqir falan onu icazə vermir. Bax, sən ağıldan danışırsan. Hər bir ağıl sahibi elə bir ki, gəl sən ağılla başqa bir cavab verin. Bax, ay yol. Qulaq as, mən burada ateistləri təqqilləmədim. Çünki sənin inancını... Kimsə təqqir eləmir, ay yoldaş. Sən deyirsən, sən mənə Rəbbimə deyirsən ki, ağılsın. Bax, mən sənə ehtimalı dedim. İndi gəldi ikinci bir məsələ. Misalla bunu sənə aydınlaşdır. Dinləyirsən, dinləmirsən. Dinləyirəm. Dinlə. Bax, ağıllı adam verdiyi qərardan keçər. Söhbət səninlə məndən gedirdi ya. Yox, ağıllı adam, ağıllı bir şey, ağıllı bir varlıq. Verdiyi sözləri çeynəyər. Əlbəttə ki, bax, mən sənə misal çəkeyim. İnsan elədiyi bir əmələ görə peşman olursa, çünki mən birini deyəcəm ki, belə baş sala bilin deyə, bir dediyinə görə deyirəm. Sən 18 yaşında olan ağlınla, indiki yaşda olan ağlının eyni deyil. Söhbət Allah'tan geçsə bəs? Yox, qulaq as da. Allah Taala deyir ki, mən peyğəmbər göndərdim azğın bir tayfaya. Azğın bir tayfaya. Qulaq as, gör nə deyirəm.
Bir dənə sözümü sizə tamamlayım. Söhbəti dağıdırsan. Azğın tayfayam mən. Bax ay yoldaş, özün deyirsən, özün də təqzib edirsən. Biz peyğəmbər göndərdi azğın bir tayfaya. Hansı tayfadır o? Ərəblər. Sən azğın tayfa deyilsən axı. Ərəb nə istəyirsən ki sən? Ərəb nə istəyirsən? Olsun hələ xristiyan, olsun yahudi, olsun bütpərəst. Eminlə ərəbdən niyə tutdun ki? Sən peyğəmbərin ərəbə gəlməyib. Ha, mən peyğəmbərin bəşəriyyətə gəlib. Bəşəriyyət azğın idi. Əgər mən ərəbəm, İslamı qəbul etmişəm. Və yaxud türk ərəbdir, İslamı qəbulləyib. Başa düşmürəm. Ay yoldaş, sən özün öz dilindən demirsən ki, sənin ayətin deyir ki, bu azğın bir qövmə göndərdik. Azğın bir qövm ola bilər, bax, Azərbaycanlı da ola bilər, İranlı da ola bilər, Gürcü də ola bilər, nə bilim, Rus da ola bilər, hamısı ola bilər. Ki, Azərbaycana deyil, Ərəbistana gəlib də peyğəmbər deyil. Hələ peyğəmbər gəlib, həkim olur. Anlamırsan? Profet. Ay yoldaş, bir dənə dinlə, anla, sonra cavab ver də. Məcbur deyilik ki, biz burada düşmən deyilik ki, bax, gözəl insan. Deyirəm ki, sən özün öz dilindən deyirsən ki, Muhammed peyğəmbər azğın bir qövmə gəlib. Hara gəlib Muhammed peyğəmbər? Ərəbistana gəlib. Ay yoldaş. Peyğəmbər adı çəkdir. Ay yoldaş, qulaq as bir dənə. Deyirəm ki, bu peyğəmbərin sən Muhammed deyil. Mənim peyğəmbərim 28 dənə Quranda göstərilən peyğəmbərdir. Hamısı peyğəmbərimdir. Söhbət Sən hansı dinin mənsubusan? Sənin ağıllı olub olmamağından gedirdi, qardaş. Sən söhbətin nə üçün özün deyişdin ki? Ay yoldaş, Mən deyirəm ki, bir dəqiqə səbirli ol. Mən deyirəm ki, sizə sual verdim ki, siz ağıllı insansınız. İdrak problemi var, idrak problemi. Bildiyin idrak problemi var. Bax, qardaş, ağıl məsələsi burada. Siz ağıllı insansınız, yoxsa yox, onu bilmək istəyirəm. Hə, ağıllı insanam. Ağıllı insan göydən qoyun düşdüyünə inanmaz. Ağıllı. Qulaq as. Bu tilədə qardaş. Qulaq as da bir deyən nə olubsa, səbirli ol. Bax, ağıllı insan göydən qoyun düşdüyünə inanırmı, inanmırmı, bunu dəyərləndirməlidir. Sən mənə izah edə bilərsən, nə cür bir ağıl sahibi deyə bilər, iddia edə bilər ki, göydən qoyun düşmüşdür. Göydən bildirçin düşmüşdü, karşa düşmüşdü. Sən mənə bunu izah edə bilərsən? Sən mənə ona hansı ayə ilə göstərə bilərsən ki, göydən qoyun düşdü? Mənə bax, bu İbrahimin kəsəcəyi şeyin yerinə, İsmailin yerinə qoyun hardan gəldi düşdü? Qardaş, sən yenə gördün, getdin hardan hara çıxdı o. İbrahim peyğəmbər qurban kəsməyin, qulaq as, gör nə deyirəm sənə. İndiki qurban kəsməyinə gətirib bərabərləşdirməyir. İndiki qurbanı insanlar kesirlər, bir-birlərinə verirlər. İbrahim peyğəmbər orada qurban kəsdisə, sən heç hansı bir hədisdə, hansı bir Quranda, hansı Bibliyada, hansı bir Tövratda gördün ki, gətirdi hansı bir qonşusan da verəcək o qurbanla. Sən Tövrat oxumusan, kişi. Kişi, Tövrat oxumusan sən. Qardaş, mən heç də oxumamışam. Mən Allahın mənə verdiyi savadla danışıram sənə. Mən baxayım, sən Allahın verdiyi savadla danışırsan. Qulaq. Necə ki, sən özün heç nə oxumamsan, mən Tövrat oxumamsan, Quran oxumamsan, İncil oxumamsan. Sən nəyin danışındasan? Nə danışdın? Mən səndən sual verdim ki, sən ağıllı adamsan. Onun cavabını bilmək. Hə dedim də. Dedim hə də. Mənə sübut elə ki, Allah yoxdur. Allahın varlığına dair heç bir rasional çıxarış yoxdur. Niyə? Niyə nədir? Varsa ver də. İndi mənə bax da. Bu dünyanı hələ uzağa qaçmıram. Bir-iki dənə sən tanıyanlardan deyirəm də, hələ Michael Tyson deyək, nə bilim, Muhammed Ali deyək. Sən onlardan ağıllı insansan. Mənə bax, sən Einstein-lə ağıllı insansan. Mən Einstein-lə ağıllı insanım, əlbəttə ki. Ona görə Einstein sistemləri ilə yaşayırsan. Çünki sübut deyim sənə, niyə? Sübut deyim niyə? Ona görə təsir vəziyyətə qaldı da. Yox, sübut deyim sənə ki, mən Einstein ağıllı olanam. Hə, buyur. Qardaş, Einstein əgər yer üzündə hansısa bir dənə şey yaradıbsa, balaca bir matematika deyək, elə nəsə bir şey yaradıbsa, amma o sabahki gününü görməyib, bugünkü günlə yaşayıb. Mən sənə dedim ki, bir sual verdim ki, sən də ölmüsən, mən də ölmüşəm. Bax indi, mən əgər namaz qılıramsa, ölürəmsə, gedirəm görürəm, əstağfurullah, Allah yoxdursa, mən heç nə uduzmadım yer üzündə. Çünki niyə? Ən azından bədənim sağlam oldu, ən azından mən yalancı olmadım, ən azından mən baş vurmadım. Qulaq as, diqqətlə qulaq as. Qoy, hara gelirsən ki, ikisi də varsan sən. İkisi də yalancısan, bu bir. Fitnəkarsan, bu da iki. Üçüncüsünü də deyim. Sən bir şey bilirsən, axırı neylə qutaracaq, istəmirsən axırıca qulaq asacaq. Ay yoldaş, yalancı olmayan bir adam yalandan şəhadət gətirə bilər, şahidlik edə bilər. Mən inandığıma şəhadət gətirirəm, sən də inandığıma şəhadət gətirmək deyildir. Görmədiyimə şahid dururam demək yalancılıqdır. Və sən yalancısın. Ha, necə ya? Mənə bax, indi sən görmədiyi gibi deyəndə ki, sənin əgər bir uşaq, dəddom uşağıdır, körpə vaxtda bax, o belə dəddoma, o uşaq inanmalı deyil ki, atası yoxdur.
Bax, o başqa bir şeydir. Amma sən Muhammed peyğəmbəri Nə şeydir, görmədən şey şahid şeydir, deyilsən. nə Mən şahidəm ki, Muhammed peyğəmbər Allahın elçisidir. Sən harda şahid oldun? Mən şahidlik eləyirəm ki, 28 peyğəmbər, 28 də Allahın peyğəmbəridir. Ya onu da yalan Sən deyirsən. Bax, şahidlik yenə də eləyirsən yalancısan. ki, Yalancısan. Bax. Mən 28 dənə peyğəmbərin Mən bu adını mən- say mənə, gözləyirəm. Ha qardaş, mənə bax, mən burada oturub sənə Adəmdən başlayaram. Yalan Adam deyirsən, peyğəmbərdən çünki Quranda başlayaram. 28 peyğəmbərin adı yoxdur. Say indi. 28-i yoxdur, ikisi podvaprovski deyir. Eşitsən nə deyirəm sənə? Bəs sən haranla çıxardırsan 28-i? Hələ oramla. Çıxart zəhmət olmasa say 28 dənə peyğəmbərin adı. Mən də oturub burada sənə peyğəmbər Hə, sayım 28 deyirəm. dənə ad Bilirəm, saymaq ha, böyük bir şey deyil. Bilirəm. Çünki sən Yalan mövzunu deyirsən. dəyişdin yəni başqa yerə. Yalan deyirsən. İndi mən yalançıyam. İndi Ha. gör sən nəsə. Gör mən sənə nə deyirəm. Say, Özündən. say 28 dənə adı Saymağa qoy say. qırağı da. Əgər sən Niyə ki? inanmadığın bir şey ki ya. Sən varsa, saxla, Özünlə saxla. gör nə qədər insan Saxla. anladırsan. Saxla. Ya sayacaqsan ya da yalancı keçiyindən çıxıb gedəcəksən. Buyur, mikrofonu aç say, gözləyirəm. Başqa bir mövzuya ehtiyac yoxdur. Necə? Zəhmət olmasa 28 dənə peyğəmbərin adı. Ha. Gözləyirəm. Hayır. Can belə. Bulət hara, dindar hara. Dindar deyiləm mən. Sizin dindarlığınız, dini müdafiə, dindarlığınız bu Mən qədər. deməz ki, mən burada dindən nəsə danışdım ki, mən namaz qılaram, oruç tutaram. Mən dini müdafiə. Mən bax, Mən dindar deyiləm. qulaq as. Bulət nə demək? Bilət? Blini общения. Bulət deyil, bir bulət nə demək? Sən bilmirsən bilət nə deməkdir? Sən də bilirsən də bulət nə deməkdir, eləmi? Dindən keçəcəksə Allahla buləti yan yana da qoya bilirsən sən. Allahla qoymuram, mən səninlə qoyuram. Allahla heç qoydum ki? Səninlə qoyuram. Allah Mən düşmür səndən ağzından bayaq. Yo. Mən səndən danışırdım. Deyirdim sən ağıllı adamsan yoxsa yox. Buləti mənə deyirdin. Yox, belə sənə demədim. Mən belə məntiq mənasında gəlir adamın ağzına ki, mən bunu başa sala bilmirəm. Sən bilmirsən ki, bu başa salma günahdır. bilmirəm. Günahdır bilmirsən. Günahdır bilmirsən. Ha, günahdır, nədir o mənim üçündür. Başa düşdüm. Amma söhbət sənin üçün 28. gedirsə. 28 say. İnandırım səni mən ola hamısı adını bilirəm. Amma eminim sən Sayacağım. say deməyə görə saymaq istəmirəm. Yazıram, burada yazıram, say. Yaz da yaz. Denən adları. İndi bir də mən ola hamısı adını saysam, sən şəhadət gətirəcəksən ki, Allahdan başqa Allah yoxdur. Mən sənin kimi yalancı deyiləm. Görmədiyim şeyə peyğəmbərə şahid gətirəm. Sən Sən fakt yalancısan. 28 dənə Sən ayət. gördüyü qədər inanmaq istəmirsən. Sən dəlillə də inanmaq 28 dənə peyğəmbər adını say. Neysə, da, gecən xeyrə. Gördün yalancısan. Çıxart da bunu buradan. Çıxartmıram. Getdi öz. Yəqin vidadini də əlavə eləyəcək. User buyur. Hoş gelmişsin. Sağ ol, teşekkür. O dedi ki sen kimsen onu demək istedim ki Çevik alimdi, akademikti. Yani onun yolu Aristotel yoludur. Akademik Einstein değil yoludur. mesela. Hamıdan da üstündü. Onu demək istedim. Yani alimden üstün heç nə yoxdur. Sağ ol özüm. Teşekkürler. Sağ ol, teşekkür. Sağ ol. İsmet Bey buyurun. Hoş gelmişsiniz. İsmet Bey getdi. Ümumiyyətlə şu qardaş Quranı oxumamışdı. Çünki Quranı oxumuş olsaydı bilər ki 28 peyğəmbər adı yoxdur. Elşad Bey buyur, hoş gelmişsiniz. Salam qardaş, salam, necəsən? Nə var, nə yox? Yaxşıyam, sən necəsən gözəl insan, dəyərli vətəndaş, milli xəzinə. İnanırsan mən bəlkə də neçə dəfə sənin verilişinə qoşulmaq istəmişəm. Qoşula bilmirəm. Sən çox gözəl bir dənə Çox səs-küylü yerdəsən, səs-küylü yerdəsən. Hə, bilirəm, biraz səs-küydür. Mən bir dənə bir şey demək istəyirəm, ay Çevik qardaş. Mən bilirsən, sən yaxşıdır, məsəl üçün,
sən istəyirsən ki, insanları maarifləndirəsən. Bu işlərdən, xurafatdan uzaqlaşdırasan. Düzdürmü? Ay kardeşim olmaz bu sesle. Qətiyyən olmaz kardeşim. Bu sesle olmaz. Zafer Bey hoş gelmişsiniz. Necəsiniz? Seyir Bey axşamınız xeyir, necəsiz? Akşamınız xeyir. Teşekkür ederim. Siz necəsiz? Sağ olun, bütün hamının Cümhuriyyət gününü təbrik edirəm bu gözəl bayramı. Teşekkürler sizinle birlikte. Həqiqətən də gözəl bayramdır. Bəli. Sevgili, mən neçə vaxtı yoxam, sizə bir iki dənə sualım var idi. Bu Tenggro.org-la bağlı, baxdım desən draft versiyalıdır hələ də. Test versiyada da hələ də, test. Bəlkə də açıqlama vermişsiniz, mən eşitməmişəm, ona görə soruşurdum. Burada yəni mövzu nə olacaq, temalar nə olacaq, onunla bağlı məlumat almaq istəyirdim. Mövzu geniş bir bilim platformasıdır, eyni zamanda bir sosiallaşma platformasıdır və bilim sevərləri, fəlsəfə sevərləri bir araya gətirən bir platformadır. Eyni zamanda platforma içində material hazırlayan, video, mətin yazan, tekst yazan hər kəs qazana biləcəyi bir sistemdir. Tamam, mənim bir yaralı yerimdə uşaqlar haqqında bir bölüm olacaqmı orada nəsə haqqında məlumat alsınlar. İlkin fəlsəfi biliklər, həyat haqqında bilgilər. Bəli, geniş mövzular olacaq, fizika, kimya, fəlsəfə, biologiya. Tamam, onun haqqında məlumat almaq istəyirdim. Bir də qalx tərəfdəyəm, Qəbələdən gələndə keçəcəm, sən də necə görüşə bilərəm, şəxsdə yazsan əl olardı mənə. Yazaram, problem deyil. Ya da siz mənə yazarsınız, yadımdan çıxmasın. Oldu, uğurlar, görüşərik. Teşekkürler, görüşərik, sağ olun. Zaur Bey, buyurun xoş geldiniz. Axşamınız xeyir, çox sağ olun. Siz necəsiniz? Yaxşıyam özüm, yaxşıyam. Yaxşı ol. Həmişəki kimi gözəl yayımlar. Mən əvvəllər qoşulanda sizin canlıda bir belə adam yox idi. Bəli. Maşallah. Yəni polnu. Maşallah. Reyting yığmışsınız. Sizə də uğurlar arzu edirəm. Bir savadlı, bilikli insan kimi tanıyıram sizi. Amma bu çox şeydən danışırsınız. Bir dəfə də vaxt ayır bu nə bilim bu deyirləri cadu var, biti var, əməl var. Bu barədə nə oxumusan? Danışmışam yazdım bu barədə çox şey oxumuşam, çox şey danışmışam, amma video falan çəkməyi düşünürəm bu şeylərlə bağlı. Deyirəm o barədə də biliyin olar da sənin ki bu düzgündür, doğru. Elhamdülillah. Yox əzizim, doğru falan deyildir. Tamamen insanları aldatmağa hesaplanmış bir Bilsən Şerif, burada tək müsəlman dinində deyil də, bu xristiyanlarda da görsən ki var. Deyir filan cadu əməl eləyək, nə bilim xristiyan deyil, əməl eləyirəm, cadu budur, getdi, nə bilim, indi biri yaxşı deyir, biri pis deyir, biri düz deyir, biri səhv deyir. Nə bilim, sizin də yəqin dedim, belə bir anlayışınız olar. Teşekkürler əzizim, danışaram bu barədə hər hansı bir videoda. Sağ olun. Yaxşı, indi də nə bilim, qoşulmaq istəyənlərin qoşun. Uğurlu yayımlar. Sağ olun, var olun. Sən də sağ olasın. İbrahimov, buyur, xoş gəlmişsən. Çevik, axşamın xeyir, ay Çevik. Axşamın xeyir. Bu, səsim özümə qaydır, Çevik. Nə problem varsa idi canlında? Sənlə bağlı bir şeydir, mənlə bağlı bir şey deyildir. Elə mi? Çevik, bir dənə şey soruşacağım sizdən. Amma buyur. Biraz düzgün cavabı. Bax, İslam nə dindar deyiləm, nə də ateist deyiləm. Amma bir şey deyəcəm. Niyə Quranda ancaq pis şeyləri müzakirə eləyirsən? Quranda yaxşı şeylər də var. Bir kitabda təcavüzün cəzası yoxdursa, nə cür yaxşı şey olsa da onu necə yaxşı təqdim edeyim? Niyə o qədər mükəmməl, necə deyim sənə? Mənə qadın haqları ilə bağlı mükəmməl bir dənə ayət göstərə bilərsən? Niyə demirəm? Göstər. Göstərə bilmirəm, axı, məndə bir dənə telefondur. Ayətin nömrəsini dinən. Ayətin nömrəsini deyin. Yox, ayətin nömrəsini bilmirəm. Deyəməyəsən, çünki yoxdur elə bir ayət. Təcavüzün cəzası yoxdur. Qadın istismarının cəzası yoxdur. Bildim. Prosta danışanda iki tərəfli danış da. Yəni, əgər sırf sən ateist, yox, bir şey də var da. Bax, sırf sən ateizmi təqlib eləyirsənsə, kitabdan ancaq oxuyub 5-6 dənə, belə deyim də, dinə zid olan şeyləri deyirsən, amma o birisilərdən də deyə bilərsən.
Mesela. Sırf bir tane niye imanını, niye İslam dinini burada məsxərəyə qoyursan? Çünki sən gəlmirsən İslam mənsubusan. Bura Yahudi gəlirsə Yahudi ilə debat Mən edirəm. İslam mənsubu deyiləm. Mən müsəlman da deyiləm. Başa düşdüm. Müsəlman olan biri ilə Yahudiliyi müzakirə edeyim, yoxsa Yahudi olan biri ilə İslamı müzakirə edeyim? Yox, imani niyə İslam dinini təbliğ eləyirsən, o mənə çatmadı. İslam dinini təbliğ eləmirəm, tənqid eləyirəm. Bu bir təkcə İslam dini deyil, bütün tanrı konsept, bütün tanrı konseptlərini tənqid eləyirəm mən zaten. Heç Yahudi haqqında mı? Heç Hristiyan haqqında mı? Heç İsa peyğəmbərdən mi danışdığını görmədin? Videolarına Ancaq baxırsan. Məhəmməd peyğəmbərin elədiyi işlərdə. Bax sənə Davuddan danışsam, sən onun altından çıxamayassan. Yox, mənə danışma. O kişidən danışam. Hə. Elə o kişidən də danışıram. Amma gəlir müsəlman deyir, mən Davudsa tanımıram. Nətər eləyək? Necə? Davud peyğəmbər deyib, bir peyğəmbər eşitmirsən? Yox, eşitməmişəm. Eşitmirsən. Bax bu Davud peyğəmbər cəmaatın arvadını damda zorlamışdı. Və mən indi o müsəlmandan soruşacağam, deyəcək harda yazılıb, bu deyəcək Tövratda yazılıb. Deyəcək Tövratı mən qəbul eləmirəm. Nətər Tövratdan danışım mən? Hıy? Gözəl. Hə. Mən denən Ya, prosta vallahi. Bax Lut peyğəmbər öz qızlarını hamilə qoymuş. Lut peyğəmbər öz qızlarını hamilə qoymuşdu. Mən bunu dediyim anda da deyəcək ki, yox, sən yalan deyirsən, təhrif olunub. Yaxşı, Mən indi belə ona bir şey tez alayım. verim sənə. İnsanların, belə deyim də, yaşayan bütün canlılardan fərqləndirən cəhəti nədir, deyə bilərsən onu? Zəkası. Ay, sağ ol. Yəni bir dənə geyinmi, paltar geyinməyidir məncə. Qalan hər şey eynidir. İnsanın yaşam tərzi, o da yaşamaq üzrə mübarizə aparır, heyvanlar da yaşamaq üzrə mübarizə aparır. Hə də. Amma durub sırf burada İslamı necə deyim, tənqid eləməyin də düzgün bir şey deyil. Cəmaatın inancı var. Nə alarım ki? Məndə inançsızlığım var da. Hı? Nətər elə? Bə cəmaatın mənə bax, cəmaatın qulaq as bir dəqiqə kişi. Ay İbrahim, cəmaatın inancı mənə eşşək deyəndə heç təqrizat eldi, olurunu demirsən. Kim sənə söyürsə, o əxlaqı... Bax, onu demirəm, kimi demirəm. Dəqiq. Mənə bax, indi sən bir dənə nümunə. Müddəssir surəsi 51-ci ayət var, Quranda inanmayanlara eşşək deyir. Bu təhqir deyil. Hı? Denən görüm. İslam deyir onu. Hə, Quran deyir də, Quran deyir ki, inanmayanlar şeydir, eşşəkdir, nəcisdir. Yox, mən də ateistəm. Mən durub sənə demirəm ki, mən şey... Onda sən də uzun qulaq deyir də. Deyirəm ki, mən də onda sənə də uzun qulaq reklam eləmirəm. Onda sənə də uzun qulaq deyir də. O, mən uzun qulaq deməklə mən uzun qulaq olmuram axı. Çevik, şalom aleyküm, Çevik. Aleyküm şalom. Bildim, ay yoldaş. Bir iki kəlmə söz deyin bu qardaşa. Bir dəqiqə sən Allah gör, növbəni gözlə. Mən söhbət edeyim, ayrılıram. Eşit də, elə. Müzakirə savadlı insandır, gözəl insandır. Amma çevik görmə deyirəm, başıma dönəm. İbrahim, eşitirsən qardaş? Mən yevrəyim də. Mən də bunun qardaşın canlısına qalxdım. Məsələn, bizim Tövratlarda da dedi ki, İbrahim öz bayisini alıb, Davud Bakıyevanı zorlayır. Yəni bunları deyib də, düzdür. Yəni tək müsəlmanları söyləmir ki, sorğu-suala tutmur. Canlısına müsəlman qalxır deyə, müsəlmanlara elə cavab verir. Yahudi də qalxır da mənim kimsən, Tövratdan cavab verir. Sual. Bax qaqa. Mən xristiyanla debat eləyəndə deyirəm ki, bu onun teması nə? Temada adam deyir ki, yəni mən bilmirəm. Məsəl üçün deyirəm ki, qardaş arvadına zat eləmədiyi üçün Allah onu niyə öldürdü? Bax, xristiyanlara belə şeylər deyirəm. Sən xristiyanlar bura niyə az gəlir qardaşım, bilirsən? Çünki xristiyan qaynaqları, Yahudi qaynaqlarında çox qeyri-adi şeylər var. Yəni, biraz ağır söhbətlər var. Orada çox ağır söhbətlər var. Mən bir kişindən okudum. Köçə qarşılığında bayisinə girişən mi deyərsən? Köçə qarşılığında bayisinə girişən mi deyərsən? Öz qızına girişən mi deyərsən? Bir arvadı 7 qardaşın alması mı deyirsən? Yəni saymaqla bitməz. Amma mən desəm ki bunu, onam belə demişdi. Bax qardaş, qulaq as. Belə deyim də, PK yığmaq üçün eləyirsən. Aynen, PK yığmaq üçün qulaq as. Yox. Nə qarım mən girməm, mən Bakıyevan mən zoramışam. Bu nə söhbət edirsən? Yox, onu demirəm. Sən sırf Allah yoxdur deyib PK yığmaq üçün eləyirsənsə yaxşı bir şey deyil. Yox, sırf başqa şey üçün, millətə ayırtmaq üçün eləyirsənsə, normal bir şey. Əzim, başqa sualın, sorğun yoxdur ki, sən yekunlaşdıraq bunu. Tamam, yekunlaşdır. Hə, sağ ol. Çevik, olar bir dənə bunu deyim. Buyur əzim, xoş gəlmişsən.
Axşam o ona nə deyirsən sən? Mürdəşir. Mürdəşir. Onun canlısına qalxdım, bir iki dənə sual verdim, cavab verə bilmədi. Sonra da söyüşlə qovaladılar. İndi əgər işte onu şey eləsə, debat eləsə, denən sizin dininizdə yəni söyüş də var. Bəs sən nə düşünürsən? O dinlərində mahnı yoxdur, süni intellektdən mahnı yazırlar. Dinlərində diskoteka yoxdur, diskoteka işliyində qışqırırlar. Axşam məni söyüşlə qovaladı. Sonra da qalxmaq istədim ki, onun cavabını verim, qaldırmadı. Blokad. Abi belə düz elirmirsən ona. Nə tərəfdar elirsən də düz elirsən. Bəs bilirik də biz nə armaq lazımdır. Yox vallahi, indiyə qədər dünənə kimi elə bilirdim ki, yəni haqsız yerə onu hər dəfə canlıda qovalayırdın, zad edirdin ya ona qəşəng sözlər. Hər nəysə, yəni demək istədiyim odur ki, həqiqətən də bu dini işlədib söyüşsəyənlər havaya insanlardır. Teşekkürler Azim. Çok uğurlu yayınlar. Var olasın. Çok sağ ol. Teşekkür ederim. Kudret kardeş buyur hoş gelmişsin. Ay Kudret kardeş. Güzel insan. Hoş gördün. Buyur seni dinleyeceğim. Güzel insan. Sizin bu ateistliklə bağlı yəni heç bir problem yoxdur. Prosta problem nədir? Problem ondadır ki, yəni siz öz bu ateistliklə bağlı mövzularda yəni çıxış eləmişsiniz. Yəni onunla bağlı yəni iradımı bildirmək istəyirəm. Necə yəni ateizmlə bağlı çıxış eləmirəm, başa düşmədimi? Yəni o ateistin o prinsipləri ki var, elmi prinsiplərdir, əsaslardır. Yəni birinci ondan söhbət elə. Bildim mən qardaşım. Bu çoraba məhz çəkmək söhbətindən biz bədbaxtlar çıxa bilmişik ki, gedib heç olmasa normal bir fəlsəfə, epistemologiya, ontologiya falan danışaq. Sən görmüsən bura gələn adamları? Mən bura qoşulan adamlarla nədən danışım? Ontologiyadan danışım, yoxsa epistemologiyadan? Görürəm, bilirəm. Şükür Allah, vətən müharibəsinin iştirakçısan, fəxrimizsən, qürurumuzsan. Sağ ol, çox sağ ol. Sizlə fəxr edirik. Amma mənim iradım ondadır ki, məsələn bu ateistlik, məsəl üçün bu dindirsə, ondan sonra nə bilim bir nədirsə, bununla bağlı birinci məsələn çıxışlar elə, elmi söykənəcək əsasları gətir, faktlar gətir. Burada məsəl üçün yazıbsan, deyirsən Allah yoxdur. Bəli. Burada məsəl üçün o qədər bu Allaha inanan insanlar var ki, məsəl üçün xristiyanımı deyə, yahudimi deyə, müsəlmanımı deyə. Yəni bunun qarşılığında sən nə boyda məsəl üçün zərər bir kütləyə gedib çıxırsan. Yəni problemlərə gedirsən. Nətər zərər kütləyə getmişdir. Mən baxırsan, zərər demişkən, bu Suriyada istismar olunan, Rakkadakı işid kamplarında istismar olunan Azərbaycan qadınları ki, orada yüzlərlə Azərbaycan qadını var. Heç də zərər sayılmır, eləmi? Niyə zərər sayılmır? Bunların mən hamısına qarşıyam. Ateistlər göndərmişdi onu. Sənə görə deyirəm, mən yəni Azərbaycan... Yox, deyirəm ki, ateistlər göndərmişdi o xanımları, qadınları orada Suriyada ölən uşaqlar. Yox, mən demirəm ateistlər nəsə. Mən deyirəm ki, bu ateistliklə bağlı bir elmi söhbətlər elə, danış, hamı bilsin ki, bu ateistlik anlayışı nədir? Onu deyirəm. Sən elə birbaşa keçibsən, Allah yoxdur. Bəli, Allah yoxdur. Bu bir fəlsəfi görüşdür və tam olaraq materializmin görüşüdür. Tanrı varlığı üçün yetərli dəlil və sübut yoxdur. İndi bu tarixi qaynaqlardan sən də görürsən, mən də hamı görür ki, bu yəni bu dinlər, yəni tarixi, məsələn Tövrat, Musa peyğəmbərdən üzü belə gəlirdi hamısı, yəni bu nətər yoxdursa, bu var olub gəlib, bu bizim bu dönəmimizə kimi çıxıb. Yaxşı, buna sənə kim dedi ki, var? Sənə Musanın, İsa'nın, Davudun var olduğunu kim dedi ki? Qardaş, bu yaxşı biz bunları hardan tanıyırıq? Sənə qurban. Məli Məmmədi tanıyırsan? Məli Məmməd də vardı onda. Hə, bilirəm. Niyə hamı məsələn adlarınızı hamısını bilir. Bəs bu söhbət bu yuxarıdan məsələn çox əsrlik tarixdən gedir. Yəni bu tarixdə də var bu şeylər hamısı. Yəni bunlar Bildim qardaşım. Bildim. Tarixdə yoxdur bu bir. İkincisi, deyirəm ki, Məlik Məmməd də div öldürmüşdü. Bu bir nağıldır. Məlik Məmməd və div hekayəsi var deyən o var deməkdir. Ya da Musa eyni şeyi bir dənə qarşıladı. Musa dəniz asasını vurdu, dəniz ikiyə ayrıldı. Hardadır o?
Elə qardaş, mən də onu demək istəyirəm ki, yəni bu Məlik Məmmədin də hamısı, yəni bu tarixi, məsələn, ədəbi əsərlər var da, yəni bu gəlib bu günün... Ədəbi əsərlər var, div də var da onda. Div də olub da onda. Qardaş, var ki, gəlib çıxıb da, indi nədirsə bilmirəm, sözüm onda. Yəni deyirəm ki, bunlar olub ki, yəni bu gəlib çıxıb da bura. Bunu məsələn elmi... Mənə bax, qardaş, səndən soruşmaq ayıb olmasa bir şey soruşsam. Bu Çinlilər Əjdaha festivalı keçirdi. Bu Əjdaha da var da yəqin, hə? Hə? Onlar da nə bilim, nə deyirsən onlar. Hə. Qardaş, nə Deməli onda qardaş divlər olubdu. Məlik Məmməd də gedib bunu nə bilim Şuşadakı şeylərlə, canlarını alıbdı eləmi? Bunlar hamısı ədəbiyyatdadır da. Bunlar yəni deyilir ki, var ki, məsələn bu gəlib çıxıb da bura. Getdi qardaş, hara getdi? Yox, buradayım. Sən mənə bax, bu Batman da vardı, onda eləmi Batman. Batman var ya, Batman. Superman, Spiderman. Batman zad eşitməmişəm, valla onu bilmirəm. Hə. Amma zad eşitmişəm yəni. Mənə bax, ən maraqlı, mənim sevimli babam var orada. Yokya baba. Yokya babanı eşitmişəm, filmdə eşitmişəm ancaq. Onda Yokya baba da olub da real həyatda eləmi Şaxta baba, Yokya baba, Qarqız. Hə, nə bilim valla. Bunlar hamısı müf əsərlərdir. İndi yaradıcı əsər, bədii şifahi xalq ədəbiyyatı hamısı indi var da qurulub. Bunlar bilirsən hamısı bizim bu nətər deyim, yaxşı mənada nətər deyim. Ədəbiyyatımızdır eləmi? Mədəni əsərlər. Ay sol. Bu dinlər də ərəblərlə, yəhudilərin əsərləridir də. Qaqa salam. Hər vaxtınız xeyir. İndi bizə gəlib çıxıb da bunlar hamısı. Hə, indi gəlib çıxıb yenə var demək ki. Qardaşım bir də icazə versəydiniz sizinlə danışardı o da. Yekunlaşır onsuz da bizim. Təbriz başqa bir şey var. Danışsın, problem yoxdur. Mən gözləyirəm, səbirli insanım. Hə, şurduram. Senin bütün danışıqları. Hə. Əla, sənlə bir dəfə danışmışam, bilsən də. Tanıdın mı? Yox, xatırlamıram. Buyur. 3 dəqiqə danışdıq, söndürdün də, danışamadın mənə. Qaqa. Danışamadım sənlə. Sən tutaq ki, deyirsən ki, Allah yoxdur. Aha. Ya da deyirsən var. Ya da var demirəm, yoxdur. Yox, neyi dəyişdirə bilsən, o dinəm mən. Mən çox şey dəyişdirə bilirəm. Heç də dəyişdirəmirsən, ancaq vardı. Bax, sən bir şey deyim, nəyi dəyişdirdiyini. Yoxdur. Qışqırma, bir deyən görüm. Abi, qışqırma görüm. Yox, qışqırmıram, yoxdur sözü, tərbiyəsiz söz. Sakit, yoxdur söz, tərbiyəsiz söz. Nətər yoxdur? Şimdi sən pulum yoxdur deyəndə tərbiyəsiz olmuş olursan. Deyirəm ki, dəyişdirdiyim şey çox şeydir. İndiyə qədər Azərbaycanda biz sələfi fəlsəfə oxumuşduq. İndiyə qədər Azərbaycanda hər hansısa bir sələfi analitik fəlsəfəyə girməyə çalışmışdı. Gör nəyi bacarmışıq biz. Gör nəyi bacarmışıq. Sən ömründə görmüşdün bir sələfi geçsin molekülər biyoloji oxusun. Mikrofonu aç bir dənə, sənə bir dənə sual verəcəm, yoxdur sözünü sürdərik. Eşat biri dindardır. Ne Eşat biri? Şimdi bax gör. Qardaş mikrofonu aç da mikrofon aça bilmir bu adam. Bax adam mikrofon aça bilmir. Bunu dəyişdirməyə çalışanda işte heç olmasa biraz texnologiya hakim olasın. Ay qardaş mikrofonu aç da. Vüqar ne yiyirsən? Vüqar qardaş buradasan. Ay Vüqar sən zaten ne yiyirsən? Mikrofon açsam buraya. Vüqar. Ay Vüqar bəy. Cavab yoxdur. Düşürdək. O mikrofon açamayacaq böyük ihtimal. Bax o qalacaq orada dəqiqələrlə mikrofon açamayacaq. Təbriz olduğunu bilirəm. Təbriz mikrofon açamır. Rabil bəy buyurun xoş gəlmişsiniz. Salam, axşamınız xeyir olsun. Axşamın xeyir. Görürəm çox qabiliyyətli insansan. Yəni bu Allah yoxdur deyəndə niyə bizim dinimizi təhqir kimi eləyirsiniz ki? Mən o maraq. Allah yoxdur demək təhqirdir.
Bəli, bəli. Bizim dinsə biz özümüzə təhqir İndi sayırıq. olar səndən bir dənə sual eləyim. Mümkündür? Mən savadlı adam deyiləm, özümə görə yəni Yox, çox sadə bir sual verəcəm. Mənə bir dənə deyə bilərsən ki, kəlmə-i şahadətin ilk cümləsi tam olaraq nə deyir? Yox, ərəbcə bilmirəm mən. Azərbaycanca nə deyir? Bildin? Azərbaycanca şahadətin, kəlmə-i şahadətin ilk cümləsi tam olaraq nə deyir? Yox, onu deyə bilmərəm, yalan deyərəm mən. Kəlmə-i şahadəti bilirsən ümumiyyətləsən? Bəli, bəli. Oxu da bir dənə. Qardaşım, kəlmə-i şahadətin ilk cümləsini oxu da. Ad getdi adam. Neyse. Aska buyur, hoş gelmişsin. Salam aleykum, necəsən? Və aleykum salam və rəhmətullah və barakatuhu. Salamı doğru düzgün ver. Sən çox gözəl mövzulara toxunursan, halal olsun sənə. Sağ ol, çox sağ ol. Bir kəlmə söz soruşacağım sizdən sadəcə olaraq. Əlbəttə. Bu məsələn Quran kitabı qabağınızdadır, qarşınızdadır. Yəqin ki, ya kompüter. Qabağımdadır, başımdadır. Nəsə da yəni. 1400 il bundan qabaq məsələn deyirsiniz ki Allah yoxdur da məsələn yox kimi qələmi versiniz da. 1400 il bundan qabaq hardan bir o kitabı yazan birinci və yaxud da öyle sözlər var ki orada ta indiyənə qədər onu elə araşdırıb çıxardıb üzə qoya bilmirlər. Bir də ki 1400 il bundan qabaq göydə uçan əşya, dəmir parçası ya yerdə gedən dəmir, onlar hardan bilinir? İndiki müasir zamanda onlar bir dəqiqə hal-hazırda istifadə olunur, alimlər də onu təsdiqləyir. Amma sən deyirsən Allah yoxdur. Yaxşı, indi gəl müzakirə eləyək. Açıqlayacağam əlbəttə, əlbəttə. Bax, birincisi bir dənə sloqandan başlayayım ki, sənin üçün geri qalanı daha anlaşılır olsun. O Quranın 50 dənəsi üst-üstə qoysam, bir dənə tetraskilin biokimyasal tərkibi, molekulyar tərkibi eləmiş. O öz yerində. İndi gəldi 1400 il bilinən və alimlərin təsdiq elədiyi mövzuya. Bax, Quran-ı Kərimin Tarıq surəsinin 7-ci ayətində deyir ki, sperm bel və kök kimyasından çıxır. Sən Qurana əminsənsə, sənə təklif edirəm. Mən özüm kətçi balasıyam, kətçi böyümüşəm. Bax, qəşəngdə keçi axtalayırdım mən zamanında. Sənə axtalayaq və sənin spermində bir problem olmasa, iman eləməsə, nə deyirsən mədinə? Razısan deyilsən, güvənirsən də sən şeyə, ilahi qaynaqlara. Qardaş, səsin getdi. Sualıma düzgün cavab vermədiniz. Bax qardaş, sən dedin ki, Quranda 1400 il bundan əvvəl elmin hələ də kəşf eləyə bilmədiyi bir şeylər kəşf olunub, düz? Sən elə demədin mən qardaşım. Mən də sənə 1400 il əvvəl biyolojik bir iddia qoyulduğunu və o iddianın səhv olduğunu deyirəm, iddialıyam ki, səhvdir. Sən o 1400 il bundan əvvəl elmi, biyoloji, anatomik bir iddianı dəstəkləyirsənsə, güvənirsənsə doğruluğuna, sən axtalayacaq. O belə götürək də. O kitabda yazılanlar kim yazıb yaxşı? Bax, kitabda yazılan, qulaq as. Bax, indi mən sənə bir şey deyəcəm. Möminun surəsi 14-cü ayətdə embriyo ardıcılığından danışır. Embriyonal ardıcılıqdan danışır. Başdan sonra xətalıdır. Onu hardan fırladıblar bilirsən sən? Roma imperiyasından qaçan və Sasanilərə sığınan Qalenin birebir teorisidir ki, embriyodan həm sümük olur, sümük üstünə ət geydirilir, ət olur. Bu ardıcıllıq xətalıdır zaten. Bax, adamlar olduğu kimi alıb Qurana yerləşdiriblər. Və bu, minlərlə dəlilli isbatlı səhv çıxarılıb. Başa düşürsən? İndi gəldik başqa bir şeyə. Bax, sən mənə insanın necə var olduğunu Quran tərəfindən izah eləyə bilərsən. Bax, sən al sən nümunə. Nisa surəsi 1-ci ayət. Ey insanlar, biz sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini, onun özündən zövcəsini və onlardan bir çox kişi və qadın törədən Allahınızdan qorxun deyir. Sən mənə deyək görüm. Birbaşa insan olaraq yaradılmış Adəmdə məmə nə işə yarayırdı? Kim əmizdirirdi bu? Mən bildiyim qədərlə Habillə Qabilə Həvva əmizdirirdi. Cavab? Nəsə qulaq asıram. Yox, cavabım verdi. Mən soruşuram, Adəmdə niyə məmə var idi? İnsan Quranda yazılan şeylərə görə laxlanmış qandan düzəlib da. Laxlanmış qan deyil, laxtalanmış qandır. Biz nütfəni laxtalanmış qana çevirdik. Xətalıdır. İndi gözlə, bu Mömin surəsi 11, 12, 13, 14-dədir. İkincisi,
Sən sualımı fırlatdın, eyb yox, amma bir də qaydaram. Gör nə deyirəm, laxtalanmış qan nədir? Laxtalanmış qan nətər zigota çevir. Bax, ay qardaş, cinsel birləşmə oldu. Cinsel birləşmədən sonra mayalanmış yumurta olur. Buna zigot deyirlər. O da gedir embriyoda. Ana rəhmində bir yerə yapışır. Sən mənə de görüm, laxtalanmış qanla zigot arasında nə kimi bir bağlantı qurdun? Ay dostum, əzizim, bir dəqiqə, o başqa mövzudur. Mən dediyim başqa mövzudur. Danışıram, əldən sən danışdın vəlidə. Mən sənə deyirəm ki, 1400 il bundan qabaq yazılan kitabdakılar indiki bu dəqiqə alimlər araşdırır ki... Ay qaqa, hansıdır da o? Məsələn, göydə uçan dəmir parçası, kim bilir ki, o vaxt dəmir göydə uçacaq? Onu hardan bilirdi insanlar? Dəmirin elementlər cədvəlindəki adı nədir? Marka adı. F deyil. Hə. F-nin yerin içində də olduğundan xəbərdarsan sən? Yerin nüvəsi. Mən onları yaxşı bilirəm, əzizim. O başqa... Ay qardaş, dəmir göydən gəlib gəlməyib. Dəmir göydən gəlib gəlməyib. Necə? Sən sualla cavab vermirəm. Mən sənə açıqlayıram ki, boş şeydir, alladıblar səni. Dəmir göydən gəlib deyiblər. Hədid surəsində deyiblər onu, səhv eləməmsə. Amma yerin nüvəsində F var, ferium var. Başa düşürsən? Bilsən necədir? Sizlə haradasa razı ola da bilərəm, olmaya da bilərəm. Mənim öz fikrim. Yəni, bunu Allah insanın beyninə etsə verirsə, onu icad eləyir. Özündən icad eləmir onu. O istəkdən eləyir. Yəni, Allahın izni olmazsa heç nə ola bilməz həyatda. Allahın izni olmadan heç bir şey ola bilməz? Bəli. Bu qələmi attım, Allahın izni və iradəsi daxilindədir. Cazibə qüvvəsi. Yox, sən nətərdir? Ay qardaş, bax sakin ol bir dənə. Allahın izni olmadan bir şey olmur bu dünyada? Ola bilməz. Əlbəttə o yarpaq tərpənə bilməz. Arvidaçı. Allah istədi. Yayına təkrar istəyətsən, Allahı sorğulamış olursan. Atmasan salamat. Mən nə varım? Hı? Altdan birisi yazıb ki 5 milyon ildir niyə molekul yaranmır? Sən kim deyir ki molekul yaranmır? Bax sənə kim deyir ki molekul yaranmır? Zöhrəb qardaş gələnmir deyirsən. Zöhrəb qardaş, xoş gəlmisən. Ay Zöhrəb qardaş. Danışmır. Max, xoş gəldin Maximus. Axşamınız xeyir olsun. Axşamın xeyir. İlham buyur, xoş gəlmisən. Xoş gördük. Salamlayıram, mərkəzi bayramınız da mübarək olsun. Çox sağ ol. Çox sağ ol. Təşəkkür edirəm. Sizinlə birlikdir. Təşəkkür edirəm. Seyid bəy, mən aydınlanmaq istəyirəm. Bu ilə bağlı sizdən bir sualım olacaq. Sadəcə sizdən cavabınız maraqlıdır. Nə istəyirsən qardaşım? Aydınlanmaq? Bəli, yəni bir mövzu var. Mən sizin Om çəkməyin lazım deyirsən əzizim. Aom çəkməyin lazım. Sən bax onu bilmirsən. Başa düşmürəm. Biz bir yerdə meditasiya eləməliyik. Aom çəkməliyik. Bilmirsən sən onu? Aydınlanmaq üçün. Thank you. Bəli. Sizə sual verirəm. Sizin fikriniz mənim üçün maraqlıdır. Bu səbəbdən qorxmuşam. Yaxşı, buyur. Yaradıcının olmadığı barədə nə kimi bir sübutunuz var sizin? Gözəl. Sübutumuz çoxdur, amma birinci dəqiqləşdirək. Söhbət hansı yaradıcıdan gedir? Ümumiyyətlə, hər hansısa bir yaradıcının olması barədə. Yəni məndən, yoxsa çünki mən də yaradıcıyam, sən də yaradıcısan. Söhbət kimdən gedir? Yox, ümumiyyətlə, dünyanı, bəşəriyyəti yaradan bir insan, birinin olduğu barədə, Tanrının olduğu barədə. Nə kimi bir olmadığı Tanrını mənə bir dənə tanıda bilərsən, gözəl insan. Yox, mən tanıda bilmərəm, mən sizin fikriniz maraqlıdır. Mən bilmirəm, bax, sən nədən danışırsan, yaradıcı. Siz Allah nəyi yaratmışsınız? Kimi nəzərdə tutursunuzsa, nəyi mən tərifi verilmiş tanrı. Əhsən, mən tərifi verilmiş tanrılar. Sən bir tərif vermədin axı.
Mən tərif vermək üçün qoşulmamışam. Mən sizin fikrinizi bilmək istəyirəm. Bildim də özüm. Sənə kim dedi ki bir şey vardır ya da o varlıq eləyən kriteriyaları vermirsən axı mənə? Niyə vermirsən? Siz Allah yoxdur deyəndə hansı kriteriyaları nəzərdə tutub yazmısınız ora yoxdur? Epistemologiya və rasionalizmi. Tamam, çox gözəl. Zəhmət olmasa bizə dəlil gətir. Dəlil gətirib sənə. Kainat varlığını fiziki modellər izah edir, bioloji varlığı, canlılar varlığını da bioloji modellər izah edir. Alternativin varsa buyur. Yox, mənim alternativim yoxdur. Mən sizin sadəcə dəlilinizi görmək istəyirəm, eşitmək istəyirəm. Nəyin Əsaslı dəlili? bir dəlil istəyirəm. Nəyin dəlili? Əsaslı bir dəlil istəyirəm. Nəyin Allah dəlilini? yoxdur deyirsiniz və altını doldurmalısınız. Yoxluq tam olaraq nədir? Mən yoxluğun nə olduğunu bilmirəm. Mən sizin fikrinizi soruşuram. Yoxluq bir şeyin var. Mən- Dinləm, yox, fikrimi soruşsan, amma bilmirəm deyə dayatmağa çalışdığın şeylər var sən. Bax, yoxluq dediyin şey var olmamaqdır. Mən bilmək istəyirəm ki, bax, Yenə böyle. siz yazmısınız ki, Allah yoxdur. Mən başa düşürəm. İstəyirsiniz siz danışın, mən qulaq asım, mən dinləməyə bacaran insanam. Qulaq asmırsan axı. Ha, tamam. Danışın, qulaq asın. Əzim deyirəm ki, varlıq kriteriya tələb eləyir. Əgər ontoloji bir status qazandırmaq istəyirsənsə, varlıq statusu qazandırmaq istəyirsən, o kriteriya təmin olunmur Tanrı məsələsində. 2. Sənin Tanrı dediyin şeyin bir tərifi yoxdur. Tərif olmayan bir şey iddia sahibi də ola bilməz. 3. Yoxluq dediyin şey var olmamaqdır. Varlığın dəlili yoxsa yoxdur. Yəni Tanrının varlığına dair dəlil yoxdur. Dəlil olmayan bir şeyə var deyə bilərik. Siz Allah yoxdur deyərək bir iddia irəli sürmüş olmursunuz. İddia pozitivdir, negativdir. Yox, mən sizə sual verirəm ki, iddia irəli sürmüş olmursunuz. İddia Allah ileri sürülən və bu pozitiv iddia deyil, negativ iddia olur. Negativ iddianın ispat yükü iddianı eləyəndə deyil, qarşı tərəfdə olur. Bilmədiyi şey Bax, qardaş, mən nə demək istəyirəm? Bilmədiyim şey ola bilər, hər birimiz, biz hamımız hər şeyi bilmiş ola bilmərik. Bəlkə mən elə sizdən nəsə öyrənəcəm. Burada demək istədiyim odur ki, siz daim burada konstitusiyadan danışırsınız, qanunlardan danışırsınız və yəqin ki, yaxşı da bilirsiniz ki, qanunlarda iddianı irəli sürən tərəf məcburdur ki, onu sübut eləsin. Bax arkadaşlar, çox sadə, hər kəsin anlayacaq. Belə baxıram, sən fəlsəfə səviyyəsində bilməyəcəksən. O sadə sənə nümunə gətir. Bax sənlə mən girmişik bir dənə otağa. Bir dənə bomboş otaq var. Sən deyirsən ki, orada bir divan var. Mən də deyirəm yoxdur. Varsa göstər. Varsa isbat elə. Nətər eləyək indi bunu? Yox, mən bildiyim, sən bu çəkdiyin nümunə ilə mənim verdiyim sual yeni deyil o. Laf qəşəngdir. Sən deyirsən bir tanrı var, mən də deyirəm yoxdur. Ona görə yoxdur ki, dəlilim yoxdur, görmürəm, bilmirəm. Mən tanrı var demişəm, gələndim. Ay sol, mən iddia edirəm ki, bir tanrı yoxdur. Çünki tanrının varlığına dair dəlil yoxdur, sübut yoxdur, fakt yoxdur, informasiya yoxdur. Var deyən adam gəlsin, versin bunları, biz də deyək var. Var belə bir şey. Sən tanrının var olduğunu sübut eləyə biləcəksənsə, səncə o tanrı ola bilər? Əzizim, o zaman tanrı dediyin şey informasiya daşımayan tamamen səfsətədən ibarət olmuş olur. Bax, gəl mən sənə bir şey deyim. Deyək ki, biz bir stol yaratmışıq, düzdürmü? Stol düzəltmişik. Və o stola gücümüz var, əql şuur verə bilmişik. Stol bizi görməyib, düzdürmü? O stol bizim varlığımız barədə hər hansısa bir təsəvvürü ola bilər. Əhsən, o zaman bəyan statusu düşmüş olur. Tamam. Var bəyan. Amma sübut eləyə bilməz də, düzdürmü? Deyirəm ki, başqa mövzulardır. Bunlar analogiya xətasıdır. Deyirəm, bəyan var ortada. Tanrı vardır, tanrının bir bəyanı vardır. Var? Yox. Yoxdur. Yəni sən tanrı haqqında heç bir informasiyaya sahib deyilsən. Xeyr, deyiləm. Əhsən. İnformasiyaya sahib deyilsənsə, yoxluq var ola bilər, var statusuna yerləşdirə bilərsən bu mövzunu. Amma informasiya sahib deyiləmsə, bu yox demək də deyil axı. Var deməkdir. Aşamız xeyir olsun. Çevik Bey, icazə müdaxilə. Aşamız xeyir olsun. Yox, belə şeylərə müdaxilə olmaz. Mən İlham bəyə sual vermək istəyərdim. Söhbət edin, problem yoxdur. Buyurun. Axşamınız xeyir olsun. Hamı salamlayıram. İlham bəy, biz sizə bir fikir sürmək istəyərdim. İrəli. Tezin qabağında antitez fikirdə təbii ki. Bu Holocaust soyqırımı var. Hitlerin 6 milyon Yahudi öldürməsi. Ad çəkmə, ay Maksimus. Bəli, onda Tanrı hardaydı? Necə onda Tanrı harda? Yəni Hitler 6 milyon insan qırdı. Bir qismini işgəncə ilə... Adın çəkmə, daha şey, Maksimus dedim axı o şey. Bəli, bir qismini... bir qismini... Tanrı, sizin onda belə sıxıcı təsəvvür etdiyiniz Tanrı budur ki, hər hansısa bir xırda bir şeydə Tanrı yer üzünə enib
hadisələrə müdaxilə Bax əzizim, Tanrı yeryüzünə inib məsələsi deyil. Zaten götürsək monoteist inancından baxsaq, Tanrının kökənli tarixinə baxsaq, İsrail övladlarını xilas eləmək üçün Musa gəldi, dənizi yardı. Yardı, İsrail övladlarını xilas elədi. Tövratın, Musa'nın kitabı gəldi, Tövrat gəldi. Tövrat yetmədi, İsa gəldi. İsa'nın, yəni Tövrat kitabı yetmədi insanlara, İsa gəldi. İsa'nın kitabı İncil gəldi. İsa'nın kitabı İncil yetmədi, Muhammed gəldi. Muhammed kitabı Quran gəldi. İndi ortaya bir şey çıxarıram mən. Bu Alman bir insan, nə bilim insan mı deyək, nədən nə qoysan qoy, 6 milyon Yahudini qətliam elədi. Mən burada Yahudipərəst deyiləm ha. Sadəcə burada 6 milyon insan var. Bir qismini işgəncə ilə, bir qismini zəhər ilə, bir qismi də silah qabağına qoydu, silahla döşədi. İndi burada Tanrı niyə bir peyğəmbər göndərmədi? 6 milyon insanın qətliamı zarafat gəlməsin ha sənə. 6 milyon. Söhbət bitdi dostum, sual. Buyur. Mən burada müdafiə elədiyim hər hansısa bir din yoxdur. Əvvəla gəlin bunu bir dənə dəqiqləşdirək. Mən sadəcə burada yaradıcıdan, Tanrıdan söhbət gedir ki, Allah yoxdur sözü yazılıb ora. Və mənə də bu maraqlıdır ki, qardaş, yoxdur deyiriksə, bir iddia irəli sürürüksə, bu iddianın altını doldurmalıyıq. Yəni mən hər hansısa bir kitabın müdafiəsi üçün bura qalxmamışam. İzah edə bilirəm fikrimi. Altdan üzr istəyirəm İlham bəy, altdan yazılır ki, imtahan deyilən bir şey nə oldu? Ortada bu məsum körpələrin qətliamı var ortada. Yəni burada nəyin? Yəni bunun nə imtahanı? Yəni təsəvvür elə 6 milyon insan var ortada. 6 milyon insan, günahlı, günahsız. 6 milyon insan var. Təbii ki, evet. Bəli, o ortada bu 6 milyon insanın qətliamı Hitlerin ayağına yazılıbsa, Nietzsche'nin gözəl bir sözü var. Deyir ki, bir ədalət ki bu dünyada özünü bərqərar tapmırsa, o dünyada bərqərar tapmır. Allahı, bir dəqiqə üzr istəyirəm. Biz Allahı və yaxud Tanrını və yaxud da yaradıcını niyə elə ancaq fikirləşir ki, bəlkə Tanrı bizi bir dənə çünki bəlkə də Tanrı yaradan bir dənə İlham bəy, çünki İlham bəy, çünki dinlərin tanrısı insan həyatına qarışan, insan taleyinə narahat olan bir tanrıdır. Mən dedim axı, mən hər hansısa bir dindən danışmıram. Mənim demək istədiyim başqa bir şey var. Biz Tanrı anlayışı deyəndə... Bir dəqiqə, elə burada da məsələ bitdi. İlham, burada məsələ bitdi. Mən dinlərin tanrısından danışmıram dedin. O zaman sən dinlərdən müstəqil bir tanrı tanıtmalısan bizə. Biz nədən danışırıq? Mən də fikrimi ifadə edeyim, xahiş edirəm. Ayrı-ayrısı, Maksimus bəy başqa bir şey deyir, siz başqa bir şey deyirsiniz. Mən də əslində tamam başqa bir şey deyirəm. Fikriniz, mövzu da yayınır, sizin də vaxtınız gedir. Mən demək istədiyim odur ki, insan Tanrı deyəndə və yaxud bir yaradıcı deyəndə həmişə öz nəfsimizə görə, öz mənafeyimizə görə bizə yaxşı olan, bəlkə Tanrı bizim pisliyimiz üçün bizi yaradır. Başa düşürsünüz? Mən bunu deyim. Əzizim, yaratma mexanizmasını izah edə biləcək nə var əlində? Mənim yaratma, mən nəsə ümumiyyətlə izah edə biləcək bir adam deyiləm. Bax, o zaman sən iddia qabağında sən belə şeylə, bu formatdan gedə bilmirsən, gözəl insan. Bax, mən qardaşım. Allah yoxdur iddiası, ateizmin bir iddiasıdır, fəlsəfi bir görüşdür. Qarşısında hansı bir fəlsəfi görüş müdafiə edirsən ki, sən biz diskusiyanı davam etdirək? Mən diskusiyanı davam etdirməyə məcburiyyətiniz yoxdur. Mən indi sağollaşıb çıxa da bilərəm. Məsələ onda deyil. Mən sadəcə olaraq bir, sizin fikrinizi bilmək istədim. 2, iddianızı. Mən sizin yayınınızı 2 dəfə izləmişəm. Birində qoşula bilmədim, ikincide indi qoşulmuşam. Yəni sizin fikrinizi bilmək istəyirdim. Bir də sual vermək istəyirdim ki, biz niyə yaradan deyəndə ancaq belə düşünürük ki, yaradan bizi yaxşı şeylərə görə, yəni mütləq şəkildə yaxşılığımızı istəmir. O zaman dostum, sən neçə yaşın var? Mənim? Hə. Problem var ki, 11 var ki. O olub ki, sənin valideynin adın yoxdur, sən 11 yaşında sən nəsə teologiyaya girirsən. Problem var ki. Təbii ki var problem. Oldu. Qardaşlar, gecəniz xeyrə, xoş yayınlar. Xeyrə qarşıladım. Bu arada təşəkkür. Mən bu arada Çevik sənə böyük təşəkkür eləmək istəyirəm Çevik. Nəyə görə? Niyə? Çünki sənin priminlə Samir Pürrəngi özünə müştəri yığır, Ercan Vəlioğlu özünə müştəri yığır. Qutab satırlar yaxşı. Komisyon almaq lazım deyil oradan Maksimus. Biri Bioplus şirkəti ilə dərman şeyi yığır, yəni klient yığır. Biri Qutab Şirdan klient yığır.
Yəni ən azından buradan səslənirəm ki, klient ixtisas gətir Çevikin haqqını verin. Bəli, Onun da bəli. payı var. Mən komisyonumu verilməlidir. Bəli, mütləq şəkildə. Elə şey mi olar? Çevik, həqiqdən də, yəni sənlə mənim öz aramda başqa bir şeydə, yəni məsələm olsa da, yəni şey mənasında, amma sən haqqı, yəni şey versən, klient versən, müştəri versən. Gedəcəm də bir gün şey məkanda deyəcəm gəl, doyuzdur bizi. Bir top adam da götürüb gedəcəm. Hə. Səfərov buyurun, xoş gəlmişdiniz. Salam. Mələküm. Səbəb, bu bizə bir kəlmə söz deyim. Amma elə yanlışlar ki, tabi bir-birimizi təqqir eləməyək də, başa düşdünüz. Niyə ki, qətiyyən elə bir şey yoxdur, narahat olma. Buyur. Buyur, sual vermirsən. Sən ora yazmısan ki, Allah yoxdur. Bəli. Amma sakit danışırıq. Və Allah yoxdur, niyə Allahdan istifadə edirsən? Allahdan istifadə eləmirəm. Allah adıyla istifadə ol. Adın yazsın. Dinləmədin axı. Yaz. Dinləmə. Yaz ki, dinləmədin yoxdur. Dinləmədin axı. Bax, sual verdin, dinləmədin. Buyur, buyur. Sonra deyirsin. Əzizim, Allahın adından istifadə deyil. Bu Allah adı ilə istifadə olunanların, pulları soyulanların ayırtması mexanizmasıdır. Başa düşürsən? Deşik pirdə gedənləri, nə bilim mən, oturub başına gözlə döyənlərin, vətən satanları, ya da gelib Suriyada orada burada kamplarda ölənlərin. Bax, o adamların çoxsu Allah adı ilə aparılırdır, Allah adı ilə azdırılırdır. Başa düşdün? Onu bildim, sən başa düşdüm. Onları qoyduq qırağa, sən necə tanıtan. Deyirəm, yəni ki, müşabihini, yəni Allahla buranı açma da canını. Aç ki... Nəyə geylərlə açsın? Geylərlə açsam razı olarsan? Ora yaz ki, ora yoxdur. Mənim uşağım yoxdursa, mən kimə deyə bilərəm ki, uşaq yoxdur. Deməli, var ki, deyirəm də. Başqa şeylərdir. Sevi, icazə ola xahiş edirəm. Sevi, icazə ola xahiş edirəm. Səndən danışmıram, sakit dur. Bununla danışıram. Sakit dur. Yəni ki, məsələn, burada yazıq, məsələn, yaz ki, İran yoxdur. İsrail yoxdur. Onunla müsahibələr. Mən yoxam, özüm yoxam. Bax, səni kim yaradı? Ata-anan, elə? Mən dedəmlə anam, hə. Ay, üstəvi. Bax, səni kim yaradı? Mənim də atam-anam yaradı, bu bir. Bütün insanlıq nətər var olub? Var olub, hələ yarılırdı. İnsan torpaqdan gəlib gəlmir, mən heç ona inanmıram. Heç onu bilmirəm. Kim gəlib gəlmir, meymundan gəlib. Müslüman da olsan, Müslümanım, mən bilmirəm. Torpaqdan mən nətər yarana bilərəm ki. Amma mən sənə deyirəm ki, sənin inancına görə insanlıq balqabaq kimi yerdən bitib. O mən, sən qoy sözümə qoyasın. Onları qoyduk. İnanmırsan? Yo, inanmırsan? Yo, mən heç dəlil gətirməyim, heç nə. Yo, inanmırsan? İnanmırsan? Yox, bir tek sözümə. Mən onu demirəm. Yəni, burada yazıb 2100 nəfər adam var. Yazıb burada Allah yox sözünü niyə yazmısan? Oxu bir dənə deyəcəm. Birinci bunu aydınlaşdıraq sonra. Niyə oxuyurum? O deyir ki, Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Gördün? Mən ona inanmıram. Allah nətən yaradı, onu da bilmirəm mən. O tarixi Yox, nətər yəni inanmırsan? Niyə ki? Burada gəlib deyilmi davi, nətər inanmırsan? Mən necə mənim dədəm yaradı? Dədəm də mənim torpaqdan yaradı. Qoy, burada din imanı burada ifadə edir. Qadi belə papazın desə ki, niyə Allah yolu yazırsan? Niyə? Niyə kitabın ayəsini iman gətirmirsən? Yox, bax, problem din deyil. Problem sizin kimi dinini bilməyən, dini müdafiə insanlardır. Mən namaz qılmıram, mən Quran da oxumuram. Namaz qılmıza, burada nə gəlsən orada? Burada nə gəlsən? Nə gəlsən burada? Düz get dini öyrən sonra gələrsən bura. Qardaş, onu demirəm. Get dini öyrən. Ya deyimdir, sakit dur, məsələdən. Bura yanımıza Allah yoxdur. Get dini öyrən sonra gələrsən bura. Dini öyrənmirsən, gəlibsən bura desən Allah yoxdur. Başqa şey yaz. Get dini öyrən. Onu demirəm. Get dini öyrən sonra gəl. Kitabına xəbər yazdı, kitab Deyəm, sakit, ayıldır. Səfərov. Səndən daha, mən onu demirəm. Kim torpaqdan, mən dədəm yaradım, anam yaradıb. Ay Səfərov. Bir dənə sakit, mənim həmvətənliyim, milli xəzinə, dəyərli vətəndaş, milli sərvətsən, sən elə səsviş eləmə, israf eləmə. Gör nə deyirəm, sən Allaha inanırsan, qardaş. Bizə onu deyiblər də. Siz onu deyiblər başqa şeydir, sən də gəl mən onu satmaya çalışırsan. Mən deyirəm ki, var mı, yox mu? Var. İspat elə də bir dənə, varsa götürərəm oradan. Var. Ne yox? Varsa ispat eləməz. Sübut eləməlisən də mən qardaş. Milli sərvətsən, sən səsvi boş şey eləməlisən. Ya sən anadan olanda sənə deyiblər Allah yoxdur. Ay yoldaş,
Deyirəm ki, bunun nə dəxli var? Allah varmı, yoxmu, kim deyib? Sən gəl tezlə Məlik Məmməd var deyəsən var. Mən gördüyümə inanmıram. Görmüsən Məlik Məmmədi? Yox, mən gördüyümə inanmıram. Kimsə görmədi. Allahı görmüsən bə? Mən Allahı görməmişəm, eşitmişəm. Eşitmişsən? Onda məndən eşit. Mən də deyirəm ki, bütün dünyanı yok ki baba yaradıb. Eşitdin bunu? Bildim. Bu sözümüz var. Yox, eşitdin, eşitmədin. Eşitdim. Nə yaradı? İndi inan. İndi iman elə. Nə iman edeyim? Bax, sən dedin ki, mən eşitdiyimə inanırım. Mən də deyirəm ki, mən dünyanın kainatı yok ki baba yaradıb. Və yaratma prosesi də çözdü. Yaratma prosesi də belə amravati çandırışa çintamani işvara dedi və kainat oldu. İndi sən mənə də görüm, iman eləyirsən. Mən Allah'ı tanırım. Hər şey bildiyim. Niyə məndən eşitdiyinə niyə inanmırsan ki? Mən sənin eşitdiklərindən əksi olanca da. Sən inanla burnun var, gözün var, görürəm. Hə, danışır. Ay yoldaş, sən demədin ki, Allahın varlığını eşitmişəm, görməmişəm amma eşitmişəm. Demədin sən bunu. Hə, dedim. İndi mən də sənə deyirəm. Dünyanı yok ki baba yaratmışdır. Eşitdin? Bir də qoy deyim, sən neyinsə atarsın, qoy deyim. Mən onu demirəm. Sən ki, Allah kim tanıyır, tanımır özü biləm. Orada bir dənə söz deyirəm ki, ora Allah nə yazmayaq da. Deyək ki, bəzi bu Allah sözünü yazmayaq. Məsələn, da başqa şeylə müraciət edir. Allah istəyir də qardaşım bunu. Allah istəyir axı bunu. Sən özdə adam yığırsan. Bu söz Allah'ın. Allah istəyir qardaş. Allah istəyir. Allah istəyir. Billəmi sən məni qoy demək ki, filankə İran yoxdur. Görüm deyəcək. Ay qardaş, sən Allahdan ağıllısan. Mən Allahdan ağıl durum, insanlar bəzilərinin ağıl. Mən də sənə deyirəm ki, Allah istəyir ki, yazam ora Allah yoxdur. O Allah deyir. Hə. Sən nə bilim valla. Mən sana nə deyəm. Bax. Gör nə deyir? Deyir ki, Allahın izni olmadan heç kim iman gətirə bilməz. Mən də imansız bir adamam, düz? Yox, sən nə imansız? Mən sana imansız deyənmərəm. Mən nə deyə bilərəm sana? Ay qardaş, mənə Allah deyən çölə gedən yazın kimsə eşitməsin, qırağı eşitməsin. Qoy çölə gedən səsi bağlayayım, ifşalanmayaq. Ay qardaş, mən Allahın yer üzündəki qılıncıyam, imtahan qılıncı. İmtahan edirəm müsəlmanları, insanları. Başa düşürsən? İfşalama, ha içərdə demə. Başa düşmədin yenə? Nəysə, bildim nə, özümə başa düşürəm. Sən mən nə deyim? Ki mən, indi qoy bir dənə deyim. Ya onu demirəm, deyim mən sən nə sadəcə ki, Allahla söylüb, Allah sözü yazmayaq da ora. Ay yoldaş, Allah istəyir, Allah. Yazaq ki, Allah var. Ne demirsən var? Yoxdur axı. Yazaq ki, var, görək sən nə qədər adam olacaqsan bunda. Nə qədər olacaq? Orada gör nə qədər adam olacaq. Milyon. Sən yaxşı, milyon. Lazımdır ölməyə milyon. Təşəkkürlər. Sağ ol, sağ ol. Sən də sağ ol. Doktor, buyurun, hoş gəlmişdiniz. Maksimus, sən də sözün bitsə düşürdüm də sən. Max. Heç nə çevir. Mən düşünürəm sadəcə bu 6000 Yahudi soyqırımı getmək istəyirdim ya məsələ ortaya. Ha, bir də şey deyərik, biz bir gün görüşərik, edərik qutap yeməyə, deyərik ki, komisyonumuzda versinlər. Ha, o heç, o öz məsələsində. Nəsə, təşəkkür, var olasın. Nəsə şey olsa WhatsApp-da yazarsın nəzizə. Təşəkkür. Yaxşı, sağ ol. Doktor, buyurun, xoş gəlirsiniz. Çox sağ olun, axşamınız xeyir, Sevinç bəy. Axşamınız xeyir. Əvvəla bayramınız mübarək. Çox sağ olun, təşəkkür edirəm sizinlə birlikdə. Bəli. Çox sağ olun. Bir müraciətim olacaq. Ay, salam aleyküm. Aleyküm. Növbə gözləyək Ravi bəy. Hə, buyur əzim. Gözləyək. Bu efirə gələnlər üçün müraciətim olacaqdı ki, Allah yoxdur, bir ideologiyanın təklibidir. Yəni bu burada heç kimi təhqir eləmir, sadəcə bura girənlər əsas da informasiyası yoxdursa, həddindən artıq çox yorulurlar. Yəni bunu özləri başa düşüb, girməyənlər isə heç diskusiya girməyə dəyməz. Bir də sizə bir sualım var idi. Bayaq efirə bir həmvətənimiz girdi, deyir Məhəmməd Əli və Tyson'ı, boksörləri bir primer kimi gətirir. Einstein'lə də özünü ağıllı sayır.
səbriniz necə çatır buna? Yəni belə insanlarla diskussiya davamlı. Başqa şansımız var əzizim. Daha yaxşı olana qədər gedəcəyik də. Hə, onda axırıncı bir sualım sizə şəxsən mən çoxdan sizin efirə girirəm, bilirsiniz. Bəli, bizim Çox ilk yaxşı. yayının iş vaxtlarından görmüşəm, bilirəm. Bəli. Bundan başqa ümumiyyətlə planlarınız daha belə deyək, elmə yaxın, daha yaxşı platformalarda, yəni nə planlaşdırırsınız? Şəxsən özüm üçün maraqlıdır. Çünki Əzim elm platforması qurmuşuq da. Bilmirdim onu. Zəhmət olmasa. Tengoranın aşağıda saytın linki var. Oldu, keçib baxaram. 2 dənə hobbim var. İşdən sonra yorulandan sonra biri şahmatlı, biri də sizin efirlərdə. Ona görə maraqlı idi ki, başqa daha belə deyək, məntiqi bir efirlərdə, məntiqi bir platformada izləyərdim məmnuniyyətlə. Çalışarıq əzim. Təşəkkür edirəm. Var olasınız doktor. Çox sağ olun. Oldu, çox sağ olun. Sağ olun. Siz sağ olun. Ravi Bey, buyurun, xoş gəlmişsiniz. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Hər dəfə deyirsiniz ki, əgər Allah varsa, bu körpələr niyə ölür, müharibədə qırılırlar, Allah hara baxır, Allahın rəhmi varsa hardadır, düzdürmü? Bəli. Xırda bir dəlil gətirim. Günahsız o ceyran, bizim o sevdiyimiz, nə bilim, sevə-sevə baxdığımız, həsrətlə baxdığımız ceyranı şir parçalayır, yeyir. Yəni əzab verir də, parçalayır, canını alır da. Onda şir acından ölsün, məsəl üçün deyirəm, onda şir acından ölsün, aslan acından ölsün ki, yəni heç kim günah eləməsin də, yəni Allah baxır axı, Allah rəhəmlidir, heç kim günah eləməsin, Allah həmən cavab versin. İndi deyirsiniz ki, Allah yoxdur da, olsaydı rəhm eləyərdi də, qoymazdı bu körpələri. Şir ceyranı öldürüb yeyir də, deyil dostum. Bəli. Allah deyirsin, hara baxır onda, Allah həmən... Onu demirəm, yazın. Onda heç kim İnsan öldürüb neyini yeyir? İnsan, yox, söhbət ölümdən, rəhimdən gedir. Deyirsən ki, Allah yoxdur da, rəhimi olardı, qoymazdı, heç kim zərər çəksin, heç bir varlı zərər çəkməsin. Onda hamı robot olsun. Qur'an-ı Kərimi oxumusunuz. Hamı yaxşılıq eləsin. Qur'anı oxumusunuz. Bəli. Nisa surəsi 178. Onlara de ki, yaxşılıq da pislik də məndəndir, düz? İstəyirsə ekrana qoyun. Bəli, əgər sənin təqsirin varsa... Yox, təqsirin falan Nisa surəsi neçə dediniz? 78 əzizim, 78. Aha. İndi buyurun ekrana qoyuram. Baxaq görək məsuliyyət kimi. Elə sizlə bir yerdə oxuyaq da, qoy bilməyənlər də bilsin. Harda olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır. Əgər onlara bir yaxşılıq yetişərsə, bu Allah tərəfindəndir, deyərlər. Əgər onlara bir pislik toxunarsa, bu səndəndir. Üzr istəyirəm, səhv oxuyursunuz. Nəyi səhv oxuyuram? Bir dəqiqə, əgər onlara bir yaxşılıq yetişərsə, bu Allah tərəfindəndir. Əgər onlara pislik toxunarsa, bu səndəndir. Deyərlər. Hamısı Allahdandır. Bu insanlara nə olub ki, az qala söz başa düşmürlər. Yaxşılıq da pislik də hamısı da Allahdandır. Xeyr, pisliklər bizdəndir. Onda ayət səhvdir ya da siz yalan deyirsiniz. Yox, bunun açıqlaması var axı, siz elə deyirsiniz, nə görürük onu oxuyaq. Bunun təfsiri var da. Məsəl üçün kimdən gətirək təfsiri? Təfsir gətirək, elə qoy izləyicilər də görsün. Elə bir ayə açar buradan, bir dəqiqə. Amma dəfələrlə bir surəni tutub dayanmaq olmaz da. Başqa surələr də var ki... Mən sizə bununla bağlı 130 dənə ayət gətirəcəm, siz narahat olun. Bu arada İnsan surəsi 30-cu ayət bilirsiniz də nə deyir? Eyni mövzu ilə bağlı. Zəhmət olmasa açın ora. Deyir ki, Allah istəməsə siz istəyə bilməzsiniz. Məsələn, Allah bizə nəfs verir, baxın. Azad iradə verib sizə. Azad buraxıb da Allah bilir. Bəli, onu da heç kim günah eləməsin, amma robot bunu. Əminsiz? O zaman sizə bir dənə də ayət. Bəli. Buyurun. Buyurun.
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradır. Əgər Allahın izni olmadan mən iman eləyə bilməyəcəmsə, niyə məni cəhənnəm atmalıdır? İndi sizə birini də göstəreyim bəyəfəndi. Sən cəhd eləyirsən? Gəlin sizə göstəreyim. Yox, cəhd eləsəm də mümkün deyil. Bilmirsiniz siz onu. Bilmiş olmalısınız axı. Yasin. Əgər istəyirsənsə, onu sən eləyə bilərsən. Əgər istəmirsənsə, o sənin azad iradəndir. İstəsəm də eləyə bilmərəm. Deyəcəm sənə təqsir var. Bax, istəsəm də eləyə bilmərəm. Görün nədir? Həqiqətən biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da onlar üçün eynidir. İman gətirməyəcəklər. Mənim dalımı da, qabağımı da bağlayıbsa, məsuliyyətini niyə mən daşıyıram? O birsiz kimə aiddir? O günah sahiblərinə, zülm edənlərə aiddir ki, yəni onlara nə söz kar eləmir. Açıqda yazıb bax, iman gətirməyənlər. İman gətirməyənlərə aiddir, bəli. Yəni bu insan yaxşılıq eləmək istəmir. Mən iman gətirməmişəm. İman etmək istəmir. Baxın. İndi gəldi ikinci paradoksa. Mən iman gətirmədən yaxşılıq eləyə bilmərəm. Yaxşılıq etmək istəyirsənsə niyə eləyə bilmirsən? Öz əlindədir də. Yaxşılıq eləyirəm də, deməli bunun imana dəxli yoxdur, düz? Elə yaxşılıq imandan gəlir də və sənin imanın yoxdursa, Allah imandan qabaq yaxşılıq yox idi. Allah sənə Allah'a inanmamaq, imansız olmaq, kitabsız olmaq, zülm edən və əxlaqsız olmaq demək deyildir. Siz bilmirsiniz bunu. Bəs mən də onu deyirəm ki, əgər sən zülmkarsansa, sənə heç nə kar eləmirsə, öz bildiyini eləyirsənsə, iman gətirmək istəmirsənsə, Allah niyə eləməlidir? Düşməlidir aşağıya bəndən. Mən ateist olub, niyə zülmkar oluram ki? Zülmkar olmayan xeyirxah, humanist ateist ola bilmirəm. Bir dəqiqə üzr istəyirəm, bir dəqiqə səbirli olaq, bir dənə mən surət açacağam. Niyə cavab vermədiniz? Qısa bir sual verdim. Deyirəm ki, bir ateist, əxlaqlı, əxlaqlı, qulaq əzizim, əxlaqlı. Buyurun. Əzizim, deyirəm ki, bir insan ateist olub, əxlaqlı, humanist, yardımsevər, vicdanlı ola bilmir. İmanlı olmasa ateist olan şəxs ola niyə olmur ki? Bəs deyirəm, yaxşı insan istəsə eləyə bilər də, yəni. Əhsən, o zaman imanı nə eləmir? İnsan olsan bəs eləmir? Elə imanın var ki, sən onu eləyirsən də. Bəs zülm edənlər, zülmkarlar, bu o qədər zülmkarlar var ki, özünüz də bilirsiniz də indi. Çox şey danışmaq olmur. Bax, sənin Quranın Şura surəsi 52-ci ayəti deyir ki, peyğəmbərə xitabən Tanrı deyir sizə görə. Gözəl insan deyir ki, sən kitab nədir, iman nədir bilmirdin. İndi peyğəmbərin 40 yaşına qədər müsəlman deyilib ki, 40 yaşında peyğəmbər olub da. 40 yaşına qədər zülmkar idi. Xeyr, o əvvəldən yaxşı insan idi. Bəs mən də onu deyirəm ki, siz nətər olur ki, o əvvəlcədən yaxşı, əhsən. O nətər olur ki, əvvəlcədən yaxşı müsəlman ola bilir, yaxşı insan ola bilir, biz ola bilmirik. İmansız da deməli yaxşı adam olma olur da. Allah onu İmansız yaxşı adam axıra kimi ola bilməz, əzizim. Çünki bu imansızdır. İman olmalı nədir ki, sən Allahdan qorxursan? Allahdan qorxduğuna görə pis eləmirsən. Qorxmasaydın eləyərdi. Bəs qayda qanun var. Bəs bu hüquqlar nəyə görədir? Ona hamı bir-birini öldürər, hamı bir-birini qırar. O zaman bir dənə finalı verək, məsələ bitsin. Finalla həll elə. Tək bir sual var içində, 2 dilema aldım. Mənə deyin görə bir şeyi Tanrı əmr elədiyi üçün o şey yaxşıdır, yoxsa yaxşı olduğu üçün Tanrı onu əmr eləyir? Üzr istəyirəm, bir də sualı verim, fikrim dağıldı. Bir şeyi Tanrı əmr elədiyi üçün o yaxşı şeydir, yoxsa Tanrı əmr elədiyi üçün yaxşı olduğu üçün Tanrı əmr eləyir? Yaxşı olduğu bütün şeyləri Tanrı, bəli, savab buyurur, müstəhəb buyurur. Əhsən, deməli yaxşılığın da pisliyində Tanrı ilə uzaqdan yaxın əlaqəsi yoxdur. Bu insanın öz sistemidir və öz qaydalarıdır.
Bəs elə mən deyən deyirsiniz də, mən də onu deyirəm ki, əgər sən zülmkarsansa, sən heç nə, məsələn, incimə, sənin kimi deyirəm ki, Allah yoxdur. Düzdür? Allah əlin sənin üzərindən çəkib, qardaş, belə pis başa düşmə. Çünki sən, yəni sənə demirəm, amma bütün ateistlərə deyirəm, onların gözləri və qulaqları möhürlənib, onlar haqqı görmək istəmirlər. Haqqı görməyən insan, yəni qulaqlarımızı kim möhürləyib, qardaş? Əzab edən insana, yəni bu insan ki deyir, əşki, savabdır, günahdır, bilmirəm, mən bunu eləyirəm, əzab eləyirəm, məsələn, zülm edirəm, öldürürəm, körpələrə qəsd edirəm. Deyirəm ki, gözümü və qulağımı kim möhürləyib? Günah etdiyinə görə, dəfələrlə inkar etdiyinə görə Allah onu, Allah gözü və qulaqlarını hayətdən möhürləyir. Bax, mən indi tövbə eləsəm, bağışlayarsənsə məni? Əlbəttə. %100. Əlbəttə, əgər sən istəyirsənsə bağışlanmaq, peşmansansa bağışlayar Allah səni. Peyğəmbər kimi adam hər gün tövbə edir. Peyğəmbər kimi adam. O zaman sadə bir dənə sual verim sizə və məsələni çox uzatmayaq. Zor ibalayan tövbə eləsə bağışlanar? Əgər kim, bax yenə də deyirəm, bax buradakı qardaşlar da, imanlı qardaşları təsdiqləyəcək, sənin izləyicilərin. Əgər kim olursan, doğrudan yox. Cavab verirəm sənə. Kim olursan ol. Hətta bir nəfər qəbirdə bir üzr istəyirəm burada izləyən bütün tamaşaçılardan. Qəbirdə birini zorladı, gözü düşmüşdü o qadına. O qadın öləndən sonra onu zorladı. Getdi peyğəmbərin yanına, peyğəmbər ona dedi ki, rədd ol, sənin əzabın mənə də sıçrayar. Ona görə o əlinə hər şeydən üzdü. Peyğəmbər qəsdən dedi, qəsdən dedi ki, onu hər şeydən üzülsün, qəlbi qırılsın, peşman olsun. Getdi, özünü atdı dağa, daşa, Allahdan tövbə dilədi, Allah onu bağışladı. Niyə bağışlamır? İndi sənə final, əla. Bax, yüzlərlə uşağın, Xocalı qatilinin tövbəsini bağışlayan bir Allah normal bir Allah deyildir. Ədalətli Allah heç deyildir. Amma bir ardı var, üzr istəyirəm. Bəli, unutmuşdum. Amma Allah tərəfindən bağışlanır. O insanların haqqı ki var ha. Onların özü göz gələndə onların o fikir mahracı. Tanrının bağışladığı bir insanı sən yargılaya bilməzsən. Bayaqdan sizi dinləyirəm. Mən sizdən xahiş edirəm axı. Sənin kiməsə etdiyin pisliyi Allah tərəfindən bağışlanır. Amma mənə pislik eləmisənsə, mən sənin axirətdə görüşəcəm. Mən sənə halallıq verməyincə o səndən bağışlanmayacaq. Allah tərəfindən düşən hissə bağışlanır. Harda yazılıb? Bax sən belə pis başa düşmə, sənin imanın yoxdur. Mən sənə bunu necə sübut eləyim ki, sual verdim, cavabını verdim sənə. Hətta üzr istəyirəm, şəhidlər belə, üzr istəyirəm, şəhidlərin belə, sən inanmasan da belə bir söz var da, şəhidlərin belə sorğusuz, sualsız cənnətə girişi var. Amma ki, o pislik etdiyi insanlardan halallıq alana qədər qiyamətdə. Gözəl insan. Yəni zorbalayan, öldürdüyü uşaqlardan əgər halallıq ala bilərsə, o bağışlanacaq. Xətalıdır bu. Bax, sənə indi ayət göstərəcəm. Zümər surəsindən bir ayət göstərəcəm. Zümər surəsi 53-cü ayət. Gör nə deyir? Sən Quran ola bilər yaxşı bilmirsən. Bax. Yox, indi bir surədən tutub yapışmaq olmaz da. Bir surə döləyəzim, mən sənə yarım saat ərzində gör nə qədər ayət göstərdim. Bax. Buyur. Ey mənim özlərinə qarşı əddaşmış qullarım, Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. O həqiqətən bağışlayandır. İndi ortada bir dənə paradoks çıxır. 3 yaşında, 5 yaşında bir qız uşağına təcavüz eləmiş birisini Allah bağışlayırsa sən necə onun rəhmətindən danışa bilərsən? İndi mən də sənə dedim axı, Allah tərəfindən tövbən qəbul ola bilər, amma sən o insandan da halallığı alana qədər sən Əzizim, sizin axirət həyatınızın cəza və ya mükafat anlayışında, cənnət və cəhənnəm anlayışında Allahın bağışladığı qulları gedir sizə görə cənnətə. Allahın bağışladı. Allah deyir ki, təkcə məndən iş bitmir. Sən insan həmin sevikə pislik eləmişəm, sevik axirətdə mənə halallıq verməyincə mən bağışlanmayacam. Əzim, harda deyir, harda? Quran, sən Qurandan danışırsan, mən də sənə Quranda deyirəm. Dəlil ver də. Vaxtın varsa tapaq. Axtaraq da. Var yox ki. Axtaraq tapaq. İstəmirəm bax vaxtın. Vaxtınız varsa axtaraq tapaq. Vaxtın var, sənə sərf edirsə buyur. Mənə sərf edir əlbəttə ki. Çünki mən hələ RPG atmamışam, yəni yaxşı mənada, mizahi deyirəm. Siz bir dəqiqə, yəni ki, mən onu bu dəqiqə siz bilirəm nə suallarla gəlmişsiniz. Çox vaxtda tələb edirəm. Suala falan ehtiyac yoxdur. Mən səndən müştəhid soruşsam işim. Mən onu mən sizlə o surəni də, o ayəni də gətirib sübut eləyərəm ki, insanın bəs nəyə görə deyirlər haqqı və halal elə? Allah məni bağışlasa da, o haqqını halal etməsə, o mənim günahı yenə mənim boynumda qalsın. Elə bir günahımı qoyacaq ki, qabağıma sən məcbur olub bəlkə onu bağışlayacaqsın. Dəlil. Dəlil mən sizə Quran surəsindən istəyirsiniz ayələrlə deyərəm. Buyurun.
Mən vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq özünüz də bilirsiniz ki, hər kəsin adi bir küçədə biri ilə səhv eləyəndə deyəsən haqqı bu haldır. Onda boş söhbətdir, o yalançı söhbətdir. Elə deyim, üzr istəyirəm, tutarda getməyi. Burada bizi izləyən dostlarımızdan eyb yox. Mənə deyək ki, bu suala dəlillə hazır deyiləm. Bu yazsınlar, biz də girəyə baxaq. Qaçmırıq, qardaşlar. Onlardan gözləyirsən? Uyğun Çatdan dərsində, gözləyirsən? məncə var. Çünki mən bunu oxumuşam, surə ayə yadımda qalmayıb. Əzim, buradakı izləyicilərin 60-70% non-teisti, qalanlar da dinini oxumayan müsəlmanlar. Ne danışsınız? Onu mən əminəm. Eybi yox, neyrəm? Mən gələn dəfə sizin qonağınız olaram, onu surə ilə, ayə ilə sizə gətirərəm. Görərsiniz ki, doğrudan da yəni insanın haqları ki var, sən onun halallığını qiyamətdə və yaxud da bu dünyada almamış, o səni bağışlanmayacaqsan. Sadəcə olaraq qiyamət elə bir aqibətdir ki, orada sən elə bir günahlarını gətirəcəklər ki, qabağına, sən məcbur olub bəlkə də onu bağışlayacaqsan ki. Sən hazırlıqlı gələrsən, bunu davam eləyərik. Maraqlı bir iki dənə sual var, vermək istəyirəm. Bu Hacı Şahin paylaşmışsınız. Buyurun. Paylaşmışsınız. Bu Hacı Şahini yəni din adamı olaraq Bir dəqiqə üzr istəyirəm. Qardaşlar, mən nə sünniyəm, nə şiə, mən elə hamısındanam. Buyurun, davam edin. Hamısına olanmayasınız da. Gör nə deyirəm, qardaş. Bu Hacı Şahini din adamı olaraq sevirsiniz? Sadəcə olaraq xütbələri gözəldir. Yaxşı belə deyək, yaxşı söhbətlər edir. Bu cinsiyyət dəyişmə ilə bağlı söhbətlər nətər? Onlar da gözəl söhbətlərdir ya da siğə ilə bağlı. Mən də səninlə bir şeydə razıyam ki, mən hər şeylə razı deyiləm. Mən siğə, məsələn, siğədir, o birisidir, bu birisidir. Onda yaxşı, mən sizə bir sual verim. Bir qadından xoşun gəlir. Subay kişisən, bir qadından xoşun gəlir. Onunla birbaşa əlaqəyə girməyin yaxşı, yoxsa Allahdan icazə almağın? Allahdan icazə alınır. Bu qadının deyək ki, yox, təkcə fiziki yox da, sən onun maddiyyatını da ödəməlisən də. Yox, mələ fiziki onun hər şeyini... Yəni mədəli fahişəlikdə bu, ha? Onu hər qadın qəbul eləmir. Əgər hansısa bir qadın qəbul eləmək istəyirsə, əlbəttə ki, birbaşa onunla əlaqəyə girməkdənsə, onun istədiyini, tələbatını, necə deyim, maddiyyatını ödəyib, əlaqəyə, bəli, icazə ilə girə bilərsən, yəni, belə deyək. Yoxsa deyək, bir gün oldum, keyfimi tutdum. Mən deyirəm, axı, hər qadın onu qəbul eləmir. Hansısa qadın qəbul eləmək istəyirsə, onu birbaşa yox, bu qaydada eləməyin daha yaxşıdır. Yəni, dini fahişəlik eləyə bilər? Mən deyirəm, axı, bunu hər qadın eləmir. Əgər hansısa qadın istəyirsə eləmək, o daha fahişədir, nədir, özü bilər. Sən ondan xoşun gəlir, subay oğlansan... Nə olur ki, standart fahişə olmur, olur dini fahişə? Nətər olur? Yox, yox, belə deyək fahişədir. Bax, qulaq. Fahişənin olmaz axı, 3 ay sən qadını gözləməlisən, üzr istəyirəm. 3 ay qadını gözləməlisən. 3 aydan biri. 3 aydan biri olsun, 3 aydan biri olsun. Gör nə deyirəm əzim. Bunu din şeylə, zaksız, siğə kəbin kağızıyla, siğə kəbini ilə, siğə şeylə, nikah ilə eləməyəndə qardaş, zaks olur. Dövlət tərəfindən yox. Əzim onu bildim. Siğənin kağızı var. Qardaş, sübut eləmək, mən sizə söz deyirəm. Deyirəm ki, əgər dövlət tərəfindən bu zaks deyilən bir şey varsa, Allah tərəfindən niyə olmasın ki? Əzim, Allah tərəfindən bildimi? Var. Sən elə iddia eləyirsən. Mən başqa şey soruşuram. Deyirəm ki, sən deyirsən ki, elə şey eləməkdənsə, yəni pul qarşılığında bir iş görməkdənsə, elə dini şeylə, sistemlə eləsən olacaq ki, elə demirsən? Qardaş, gör nə gözəldir. Bir dəqiqə üzr istəyirəm. Hər bir kişi... Nəyi gözəldir? Allah fahişəliyi legallaşdırır. Yox, onu demirəm. Bax, qardaş, 3 ay başı olur. Yəni, heç kimdən olmayıbsa, 3 ay. Heç kimdən olmayıbsa, sən onunla o qaydanı... Yoxsa elə bugün, dünən başqa kimdən, bugün səndən olmaz. Bildim də, bunu eləməyən qadınla eləyən arasındakı qadın arasında nə fərq olur? Kimdə bu dini fahişə olur, o dinsiz fahişə olur? Söhbət əgər qeyrətdən, namusdan gedirsə, bəli, o da bir üzr istəyirəm fahişəlidir. Əgər evlənməksən, əlaqəyə girməksən, ged evlən. Düz deyirsiniz, onu düz deyirsiniz. Amma ki, yox, bir qadının ehtiyacı varsa, şəhvətlə... Əgər ikisi də şeydirsə, fahişəlik statusundadırsa, yəni sənin özün iddia edirsən ki, sənin dinin fahişəliyi legallaşdırır. O özü bilər, əzim, özü bilər nə deyə. Siz mənə sual verdiniz ki, bu olar olmaz. Mən də sizə cavab verirəm ki... Bax, qardaş, sənə qeyri-adi bir şey deyim, bəlkə sənin xəbərin yoxdur, ya da ümumiyyətlə heç söhbətlərə girmədiyi verir, məlumatın yoxdur. Bax, pul qarşılığında, pul müqabilində bədən satmaq, yəni bir şeylər eləmək, bu bir cinayətdir. Bu fahişəlik. Fahişəlik bir cinayətdir. Yəni, bir konstitusiyaya qədər olmadı sənin dini. Mən sizə dedim ki, bir fahişəlik hər gün biri ilə olandır. Mən dedim ki, 3 ay heç kimdən olmadı. 3 aydan biri ilə olan nə olacaq ki? Qardaş, sən də Allahı inkar edirsən. Mən sənə tər sübut eləyim ki, Allah rəhmlidir. Hər kəsin... Biraz lənc fahişəlikdir də belə bir şey. Başqa adı var bunun.
daha yaxşı olar ki, ərə getsin. Təbii ki. Amma yaxşı belə deyə, onda fahişəlik eləmək yaxşıdır, siğə eləmək ayıbdır. Fahişəlik eləməkdə fahişəlik eləməkdə və rəzil bir şeydir. Siğə eləməkdə fahişəlikdə o da rəzil bir şeydir. Qəbul eləyək. Mən sizi başa düşdüm, düz deyirsiniz. Amma mən də Başa düşdünüz amma qəbul edirsinizmi? Qardaş, əlbəttə bacar yedur. Düz deyirsən. Bacar öz aləti və yedur. Qadından danışıram. Düzdür. Nə yaxşı olar ki, eləməsin. Amma ki, Allah rəhimli olduğuna görə 3 ayda gündə biri ilə 5 nəfərin olan deyil. Nə deyək? Bunun adına rəhimli fahişəlik icazəsi deyək. Nə deyək? Maraqlı Yaxşı, adamsın. bu qadın neynəsin? Mən sənə sual verirəm. Bu qadın neynəsin? Getsin evlənsin. Allah bəni yaradı. Evlənə bilmir, alan yoxdur. Neynəsin? Çox şəhvətli qadındır. Ay qardaş. Getsin, nə bilim mən. Bəli, bəli. Neynir eləsin, mənə dəxli yoxdur. Mənim ətrafımda məndən olmadığı müddətcə mənə dəxli yoxdur. Valla mənə də dəxli yoxdur. Paradoksu. Bax dinləmədin. Paradoksu sən özünüzə yaşadırsan. Sən deyirsən ki, dini çərçivədə eləsin. Ha bunu din daxilində də eləsə fahişəlikdir, dinsiz də eləsə fahişəlikdir də. Görürsənmi, gör nə qədər səhv düşünürük biz. Elə bilirik ki, hər nə elədi fahişəlikdir. Söhbəti yox, şəxsən mən tərəfdən mən qəbul eləmirəm. Bizim üzr istəyirəm. O müharibə vaxtı xalalarımız, nə bilim nənələrimiz dözüb, ərə getməyib, axıra kimi qeyrətli qalıb. İndi o dövr deyil də. Ona görə deyirəm ki, bu var, kimlə gəldi olsun. Bir də var ki, 3 aydan bir onun ehtiyacını ödəmək şərti ilə. Ha bu mədəni fahişəlikdir onda. Qardaş, ərə getmək istəyir, alan yoxdur. Neynəsin? Ərə getmək istəyir, alan yoxdur. Bu onda bağlasın, qalsın, partlasın, ölsün, dəli olsun, havalansın. Mən neyniyim? Mən zatiyəm bunun. Mən sən heç eləmə, mən sənə cavab verirəm. Dəsin, deyirəm ki, gündə biri ilə olan yox, 3 aydan bir. Yox, gündə biri ilə olan fahişədir, 3 aydan biri ilə olan yarımçıq fahişədir, yarım fahişədir. Yəni bir doz aşağıdır. Onsuz da, belə 90% qadınlar belə pis çıxmasın, öz təminatını kimdənsə ödəyir. Bir də var ki, mən deyən qayda nə eləsə, 3 aydan biri həm biləcək ki, hamilə olanda kimdəndir, həm də ki, xəstəlik bilməyəcək. Qardaş, gündə biri ilə... Bəs burada bir dənə də paradoks var axı. 3 aydan bir, sənin dediyin qayda ilə eləsin, amma dini siğə olmasın. Yenə də fahişə deyəsiniz də. Bax, bizim düşüncəmiz budur da. Əgər biz bilsək ki, o qayda qanun nə edir, ona fahişə gözündən baxmamalıyıq. Mən demirəm, amma mən şəxsən öz tərəfimdən bunu qəbul eləmirəm. Razıyam sizdən. Amma ki, bu belədirsə, bunu belə qəbul eləmək lazımdır. Bunu fahişə adı vermək olmaz. Əzizim, onu demək istəyirəm. Əzizim, nətər olmaz? Çünki buna Allah icazə verir. Ay qardaş, Allah icazə verir. Bax, sənin adından demirəm, bir də xətrvə falan deyər. Ya, indi mənim bacım elə bir şey eləsə, mən yox, mənim bir dənə deyəcəksən, deməyəm də lazımdır, cəmaat izləyir bizi. Mən sənə demirəm ki, mən qəbul eləmirəm. Sənə demirəm ki, başqa bir şey. Öz üstümdən misal gətirdim. İraq olsun, mənim yaxınım da olsa mən qəbul eləmirəm, pis baxıram. Sadəcə olaraq suala cavab verirəm. Bilmirəm nə sual. Necə pis baxa bilərsən ki, Allahın qaydası deyil. Qardaş, Allahın qaydasıdır. Amma ki, mən belə pis çıxmasın, üzr istəyirəm. Mənim əlimdə olsa ixtiyarım, mən ona sən demiş, ya evləndirərəm, ya da deyirəm ki, öl. Amma mən də düzgün eləmirəm. Biz də düz eləmirik. Hamı kimi biz də eyni fikirləşirik. Amma əslində budur. Yəni qayda var, qanun var. Əslində mən sənə deyim, Ravi, nədir məsələ? Əslində sən düşünürsən ki, Allahdan daha çox bilirsən. Əslində sən Allahdan daha çox bildiyin də fərqindəsən. Yox, mən bilirəm sən mənə sual verəcəksən. Ona görə səni qabaqlayıram ki, o sualı mənə vermə. Mən bilirəm nə sual verəcəksən. Yox, verməyəcəm o sualı. Mən sənə hələ bura qədər gətirdim, bəs eləyir. Yəni, mən sənə RPG ya da Stinger atsaydım, burada söhbət çoxdan bağlanmışdı. Başqa bir şey var, qardaş. Çünki başqa vaxt yenə davam edərik. Heç nə, qardaş, heç nə. Daha inşallah mən sənə tam hazırlığı, sənin kimi hazırlı olub gələcəm. Narahat olma. Ravi RGD 5 idi. Gələn dəfə Stinger olacaq. Valla başa düşmədim nə deyirsiniz. Görüşərik. Sağ ol. Sağ ol. Sağ ol. Nigarova, buyurun, hoş gelmişsiniz.